Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla Beyin Mühendisliğine karşı Türkçe Eski Kitaplar programının 397. bölümün başlığı. Gedək görək bu günləri hangi kitab şansımıza çıxır və bizə atalarımızın minlər il yaşadığı, anladıkları, düşündükleri, duygularından, təcrübələrindən hansısı bizim üçün töhfə gətiribdir. Eyni halda bilirsiniz, biz təkcə öz dədələrimizin duyğularını yaşamırıq da və bu bir həqiqətdir ki, şeyli yaşayırıq. O birisi millətlərin də yaratdığı duyğuları, anlayışları tərcümə yolu ilə yaşayırıq. Dünənki kitabları nədən isə adlarını yazmamışdım, onu yazmağa çalışdım. Dünənləri iki kitabla tanış olduq keçən cəlsədə. Biri, hər ikisi də Türkcə əl yazma, əski, neçə yüz il bundan qabaq yazılmış kitablardır. Və biz onu çalışdıq ki, tanıyaq, görək ki, hangi zamandadır. Birincisi, İmam Cəfər Sadiqin dilindən diyə yazdıqları kitabdır ki, çox dərin mənalı. Salam aleyküm əziz və hörmətli dostum, necəsiz, yaxşısınız? Siz tanımadım, əgər sonra mənə yazsaz, kitabdan sonra, oxuyandan sonra sizlə əlaqəyə keçərəm. Çox sevinirəm sizlə əlaqədə olam, sağ olun, var olun. Şərh-i təsrif. İkinci kitab ki oxuduq, yenə qədimi kitablardan biriydi. Şərh-i təsrif idi. Amma yadıma gəlmir ki, bunun tarixi üstündə bir çalışma apardı. Aha, çünki bu kitabın əvvəli də yoxdur, axiri də yoxdur. Onun üzü ilə eləyə bilmədik ki, bunun tarixini bilək. Bu kitabdan bir səhifə qalır. O halda ki, mənim şəxsi təcrübəmə və şeyə görə sağ ol, təşəkkür edirəm. Bu kitabın heç olmasa bir 100-150, hətta 200 səhifə olmalıdır. Çünki bu zahirən bir ayrı kitabı, təsrif adında bir kitab ki, ərəb dilinin sərfi haqqında yazılıbdır, ərəb dilində də yazılıbdır, onu türkcəyə çevirir dana-dana və hər kəlməni neçə açıdan, neçə zaviyədən açır ki, bu kəlmənin anlamı nədir, özü nədir, feil cümlədə yeri nədir, özü məsdərdir, feil edir, nə bilim, keçmişə dəlalət edir, gələcəyə dəlalət edir. Bir nəfərlikdir, iki nəfərlikdir, üç nəfərlikdir, nə bilim, bu cür bir şeylərin ərəbcə dilində olan bir elmidir əslində. Ərəbcə dilində yazılıbdır. Onu burada üstündə işləyir. Çox uzun bir kitab olmalıdır. Amma təəssüflə burada fəqət 5 səhifəsi qalıbdır. Bunu biz keçmiş cəlsədə bu iki dənəni tanıdıq. Qərarımız bu oldu ki, burada nədir bu gəlibdir? İnci xanımın divanın bu günləri oxumağa başlayaq. Görək ki, nə cür bir kitabdır. Ondan sonra da bir ayrı kitab açırıq, Məntiq-i Teyr. Məntiq-i Teyr adında bir kitab vardı, əl yazmadır və Nəvai Həzrətlərinin dövründə yazılma bir kitabdır. Onu da açdıq. Bu iki kitaba bu günləri ömrümüz yetişirsə, Allahın lütfü ilə baxarıq, görürük ki, nə olur. Əvvəl bu Divan-ı İnci xanım dedikləri kitaba ki, üstündə yazıblar, ona baxaq. Görək bu kitabxanada nə cür saxlanır, nə vəziyyətdədir, onu bir beləsi görək. Bu ki, görürük, bu kitab, mənim nəzərimə gəlir ki, bu kitabı görmüşəm öncədən, çünki bunun üstündə Divan-ı Rəcai yazılıbdır, içində Rəcainin şeiri və sonra bu İnci xanımın şeirləridir. Kağız, bir kiçik kağızda kəsiblər, çox kiçik, eyni bəlkə 1 sant yarım boyu 1 sant, Türki, TRK, tərki deyə yazıblar orada, qoyublar, kitabın üstünə yapışdırıblar. Kitab özü 338 səhifədən ibarətdir. Kitab təqribən çox işlənibdir, su dəyib, tər dəyib, əllə təmasda filan təqribən çürüyübdür. Kitabın hər iki tərəfi görürük ki, təqribən çürüyübdür. Kitabın içinə baxırıq, görürük, kitabın içi də cırılıbdır. Bunu
əlbəttə bu kitabın üstündəki kağızdır zahirən, belə nəzərə gələn kağızdır. O qırmızı ki görsənir, burada əlbəttə onlar ki Instagramda baxırlar, görə bilməyəcəklər. Onlar ki canlı baxırlar YouTube'da, onlar görə biləcəklər. Kitabın tikilən tərəfi, yəni Şirazə tərəfi göndür. Belə nəzərə gəlir, kitabın üstü gön olacaqmış, amma zaman içində o qırmızı gön aradan gedibdir, gətiriblər kitabın üstünə bir sürməyi ya da abı, amma tox abı, parçadan, bezdən bir üzlük çəkiblər kitabın üstünə. O da cırılıbdır zaman içində. Belə görünür, amma mən beləsi görürəm. Yəni, ola bilər ki, altında fəqət gön o fəqət Şirazədəymiş, qırmızı yerdə qalanı abi parçadan imiş, amma o aradan gedirdi. Kitabın dövrəsinin sökülməsinin, parçanın sökülməsinin, sürülməsini görürük hər tərəfindən. İkinci səhifəyə gedirik, görürük təqribən boş bir səhifədir. Orada burada bir-iki dənə ədədlər yazıblar, bir-biri ilə cəm eləyiblər, amma cəm də düz deyil. Bu nə deməkdir? Bəlkə də 125, 620 olmaz. Nə cəmə bənzir, nə də şeyə bənzir. Çünki 1125-dən 25-in çıxsan qalar 100-ü yazıb 625 olar, onun da altına bir şeylər yazıb da ehtimalən bir ədədlərdir. Kitabın birinci səhifəsində yazılı olan səhifəyə kitaba heç bir dəxli yoxdur. Bu bir yazıdır, burada qıraqda yazıblar. Üstünə də bəzi yerdə xətt çəkiblər. Çalışıblar bunu bir nəqşiyə də salsınlar. İmzası da var bu yazının. Əs-Seyyid Məhəmməd Əmin adında bir adam kitabı sahibiymiş. Sonra kitab başlayır yazı ilə və şeirlər. Yəni bu səhifədə şeirlər başlanır. Bu birinci səhifə olmalıdır. Bununla belə ki, Bismillahı yoxdur, filan yoxdur. Amma burada əcib bir şeyə rast gəlirəm. Yenə də mənim dərdimin üstü açılır. Həzrəti Nəsiminin şeirlərindən mən bir kitab tapmışdım bu bəhslərin içində və onu axtardım, gördüm ki, heç bir yerdə o əldə deyilmiş və türklər bilmirmişlər. Mən onu çalışdım ki, Azərbaycan Cumhuriyyətinin Türkiyədə bir də Nəsimi şünaslarla əlaqədə olum. Bəzi inandığım dostlara ki, görməmişəm də özlərinin yaxından, kitabdan xəbər verdim, dedim də ki, beləsi tapmışam, filan, bəhman. Hər halda onlar zahirən mənim bu çalışmalarıma hörmət qoymayaraq öz adlarına çıxıblar. Belə nəzərə gəlir ki, bu kitabı hər halda tapıblar yazışdan və öz adlarına çıxıblar. Amma mən indi burada görürəm, yazıbdır ki, Türki Nəsimi Coft. Belə bir şey görürəm, bunu öncədən görməmişəm, bəlkə də olubdur, mən diqqət etməmişəm. Bu da Nəsiminin şeirlərindən, kitablarından biri ola bilər ki, ya da şeirlərindən ola bilər ki, bu kitaba yazıblar. Çünki burada birincisi Nəsimini gördüm, şeirdə adı var. Şeirin qırağında da bir şeylər vardı. Bunun mənisi Fərmayət Sultan Məhəmməd. Ey padişahi, bəhr-ü bər, dinlə sözümü, alı xəbər. Belə bir şeirdə bu kitabın qırağında yazılıbdır. Buna da baxarıq. Əcəba bu sonki şeir kimdəndir? Yenə üstündə qırmızı xətt ilə. Bunu deyim ki, bu qırmızı xətt ilə Türki özdə. Yəni Turki yazıbdır. T-vav-r-k-y Türki həman. Biz ki, bu cümləri deyirik, Türki eyni o cürsi yazılıbdır. Nəsimi Coft. Bunu qırmızı xətt ilə yazıb. Yəni şairdən deyil, bu yazandan, bu adam ki yazıbdır, ondan deyil. Və əşğada yenə Türki yazıbdır, yenə onun adında Türki yazıbdır. Vavla yenə də Türki yazıbdır və Rubai, Türki deyə bu şeylərdir. Calibdir, bu kitab mən sevdim elə bir. Yenə də Türki, amma bunların indi kim yazıbdır, orasına diqqət edə bilmirəm. Birini fəqət gördüm, Nəsiminin, Həzrət Nəsiminin adını gördüm. Amma bu birisilərdə ad görmürəm. Gərək bir-bir bunları oxuyaq.
Bunun üzerine gedək. Hətta o şeir bahis oldu ki, Nəsiminin adı səbəb oldu ki, mən çox diqqət eləmədim. Kitabın orta tərəfi, yəni o yer ki, yapışır səfələr bir-birinə Şirazə, həm İraq görübdü, su gəlibdi, köhnəlibdi, bəzi yerdə cırılıb kağızla yapışdırıblar qeydduğu əvvələ. Kitabın özünün də üstünə aşağıdan üstdən su geçibdi, o da görsənir. Köhnəlmək kamilən kitabın hər yerində gözə çalır ki, mən köhnə bir kitabam, qədimi kitabam. Əl yazmadır, türkcədir. Bunun üçün bizim yazımızın içinə geçir. Bir ayrı səhifədə görürük ki, qıraqda bir yazı yazılıbdır. Hətta bir beytin bir misrəyi ehtimalən qələtmiş, üstünə 3 dəfə xətt çəkiblər ki, yəni bu doğru düzgün deyil. Kitabı davam edirəm. Çox gözəl bir əl yazmadır. Niyə gözəldir? Niyə bunun niyəsinin dəlili budur ki, mən bunu rahatca oxuya bilərəm. Hətta bu yazar o hangi yerdə yaşırmış, hangi torpaqda yaşırmış, hangi zamanda yaşırmış, hangi türk boyuna bağlıymış, orada gəlibdir bu şeirləri yazarkən bir çoxu hərflərin səsini qoyub üstünə ki, biz düz oxuyaq. Və biz bu günləri onu miras almışıq və bunu burada düz oxuya bilərik əslində. Dedim ki, məsələn, türki, mən deyirdim ki, qədim şeylərdə TR2 ilə yazırlar. Amma indi gör ki, burada bu kitabda Türki hətta oxusam daha yaxşı olar. Buna görə ki, bilinsin ki, necə yazılıbdır. T, Vav, R və K və Y hərfi ilə türkünü yazıbdır və hər şeirin başında ki, türkcədir, onu yazıbdır. Əcəba bu kitabda farsca, ya ərəbcə, ya moğulca, ya ayrı bir dildə şeir var ki, fəqət türkcə bunların başının üstündə yazıbdır, yoxsa yoxdur. Xətt bəzi yerdə dəyişir. Şeirlərin sətirlərinin arasında, yəni sətir deməsəm daha yaxşıdır, beytlərin arasında fasilə çox azdır. Bununla belə bəzi şeirlərdə bunu daha azaldıbdır, daha sıx bir-birinə. Kəlmələr bir-birinin qarnına keçərək yazıbdır, hətta bir-birinin üstündə belə yazıbdır. Mərtəbə olublar bəzi yerdə kəlmələr. Dediyim kimi, bəzi yerdə şeirin yəni aynı xəttə bənzər, amma qıraqda da bir ayrı şeiri yazırlar. Hər səfədə üst-üstə iki şeir yarım, yəni iki şeirdən çox, bəzən 3 şeir yerləşir. Burada məsələn 2 şeir yerləşirdi, amma Rübai, türkü rübai özdə yazıbdır. Min kəlam-ı eşqi. Əslində indi bu kitab göstərir ki, bu kitabın İnci xanımdan deyil burası ki, baxırıq, İnci xanımdan deyil, bu müxtəlif şairlərdən bir cüngü toplanıbdır və onu min kəlami İshaqdır ehtimalən, ya min kəlami Nəsimi. Bəli, Nəsiminin, məsələn, burada hər şairdən ki yazıbdır, onu qırmızı rənginlə onun kimdən olduğunu da yazıbdır bəzi yerdə yazmayıbdır. Məsələn, min kəlami Ceyləni belə bir şey oxudum, görün bu nə görür burada. Ayda, durdum getdi, bu ayrı bir şeyə. Mürəbbəy əcəm nə deməkdir? Mürəbbəy əcəm, mürəbbə şeirdə hətmən bir fənnidir. Mürəbbə min kəlamihi xeyrəti əcəm bəyatı. Əcəm bəyatı və türki. Bunlar dediyim kimi müxtəlif şeirlər və ehtimalən şeirin içində işlənən fənnin adıdır ki, mən bunları tanımıram. Kitabın xətti çox özəldir. Bunu deyim ki, əlbəttə biraz nəzərimə gəlir ki, orada-burada dəyişir xəttlər, amma üst-üstə aynı xəttinə davam edir. Yazıların, bir çox yerdə yazıların üstünə səsin qoyubdur, bəzi yerlərdə səsin qoymayıbdır. Bəzi şeirlərin uzundur beytləri, bəzi şeirlərin qıssadır, kəlmələri ahənginə görədir. Yəni, hətmən bir ahəngi var bunun.
Bu kitabı biraz sürətlə vurum getsin, sonra qeydaq bundan çoxlu şeirlər oxuyaq. Çünki Həsən Padşah, məsələn, burada gördüyünüz Cəlildir, Həsən Padşah, Dəli Həsən Paşa, Türki Coft, Dəli Hüseyn Paşa. Mən belə bir şey, məsələn, Cəlildir, bu təkərləmə bir söz, bunu oxumaq lazımdır. Çünki dili dolaşdırmaq qəziyyəsidir, təkərləmə. Müxtəlif şairlərdən burada şeirlər görürük. Kitab 238 səhifədir və PDF-də də hər səhifədə, PDF-də bir kitabdan bir səhifə qoyulubdur. Bu kitabı daha gözəl edir. Qıraq yazı çox fərqli olur, bəzən iç yazı ilə, amma ola bilər də ki, aynı əldən çıxmış olsun, ya da neçə əldən çıxmış olsun qıraq yazılar. Orta yazı, yəni əsl yazı burada dəyişdi, kamil dəyişdi və əlbəttə çox da gözəl oldu. Yəni bu dəyişdirmək çox da gözəl oldu, çox şirin bir xətlə. Buradan bizə belə olsa çox yaxşı olar. Haza, indi kitabın PDF-də 57-ci səhifəyə, 67-ci səhifəyə gələndə Haza Qurrətnamə. Qurrətnamə 2 nöqtəli tığla, yəni girdə tığla desəm yaxşıdır. Haza Qurrətnamə, burada bir Qurrətnamə adında bir şeyə gəlirik. Yazılarını oxumaq çox zor olacaqdır. Əlifbanı əbcədin nömrələrini yazıbdır, sonra ayları yazıbdır, ayların özlərinin də əbcədi var imiş. Yəni, məsələn, əlif 1-dir, H 5-dir, Cim 3-dür, Zal, Z, RZ 7-dir, Dal 4-dür, B hərfi 2-dir, Vav hərfi ehtimalən 6-dır, Vav olacaqdır. Dal hərfi tazaşdan 4-dür, bu nə deməkdir? Əhcəzdəbud. Burada da yazıb Seşənbə 1266. Burada bir tarix qoyubdur, 1069. Əcəba bu tarixdir, üstəki 1269. Burada bir 2000 nəmənə belə bir şey yazıbdır, o bir hesab olacaq ehtimalən. Amma aynı tarixi aşağıda da yazıbdır, yəni 1069 bilmiş, buradan 200'dür, yox, üzr istəyirəm. 1069 yazıbdır, yəni ehtimalən bu kitab o zaman yazılıb, ehtimalən 1069-da bu qərrənamə yazılıbdır, ehtimalən 1269-da bu adam kitabı əldə edibdir, ehtimalən üstündə bunları bir-birindən çıxanda 200 il qalıbdır, buradan anlaşılır ki bu illərdir. Əşqada 1266-nı yazandan sonra onun qırağında Seşənbə yazıbdır, 3-i tablaşdan Seşənbə. Burada belə bir şey yazıbdır, 10, özü də bir dana da 10 yazıbdır. Məhərrəm ayı 7-dir, Səfər ayı 4-dür, Rəbiül əvvəl 3-dür, Rəbiül axər 5-dir, Cəmadül əvvəl 6-dır, Cəmadül axər 6-dır, Cəmadül axər 1-dir, Rəcəb 2-dir, Şəban 4-dür, Rəməzan 5-dir, Şəvval 7-dir, Zilqədə 8-dir, Zilhəccə 3-dür. Tazaşdan bunların yanında ayrı günlərə də əbcəd şikliyinə qoyubdur. Yevmül İsneyn, yəni doşənbə günü 2-dir, Yevmül Səlas, söşənbə günü 3-dür, Yevmə Ərbəə, çərşənbə günü 4-dür. İndi bunların bizim türkçədə adı fərqlidir. Süd günüdür, təh günüdür, duz günüdür, beləsi oxunur. Fikir edirəm ki, Cuma, şənbə, tək, duz, süd, çərşənbə, pərşənbə, cuma. Mən fikir edirəm beləsi idi, bizim kətdə beləsi deyirdilər. Amma fərqli də ola bilir da. İndi burada yazıb ki, Yevmül İsneyn, yəni dedik ki bizdə süd şənbə. Yox. İsneyn olacaqdır doşənbə. Doşənbə 2 vurubdur, Yevmül Səlas 3 vurubdur, 3-ün seçənbə. Yevmül Ərbə, çərşənbəni 4 vurubdur, yazıbdır. Yevmül Xəms, pərşənbəni 5 yazıbdır. Yevmül Cümə 6 yazıbdır. Yevmül Səbt,
fikirlərim bunlar şeydən gəlir, Yahudiyyətdən gəlir. Onlar da buna yaxın bir səslə deyirlər. Yevmül Səbtdə 7 yazıbdır. Yevmül Əhəd, həftənin birinci günü də 8. Necə oldu? Həftə 8 gün oldu. Aha, biri yazmayıb ona görə. Yevmül İsneyn Tazışdan 9, o birisi həftə. Yəni 2 həftəni yazır. Aha, ayın fırlanmaq üzü ilə yazıbdır. Ayın fırlanmağı Doşənbədən başlayır ta o birisi şeyəcək 2 həftə. Yevmül İsneyn Tazışdan gəldi Doşənbəyə yetişdi 9. Yevmül Sələsa 2-ci Doşənbə, Seşənbə olur ayın 10-u. Yevmül Ərбə olur 11. Yevmül Xəmis Cuma axşamı olur 12. Yevmül Cümə 13 olur. 2-ci cuma oldu bu. Yevmül Səbt 2-ci şənbə olur 14'ü. 2-ci Yevmül Əhəd 1-ci gün olur 15. Belə bir bunlara da bir ədəd qoyubdur. Ehtimalən buradan bizə bu qərrə bu haqda bir şeylər olacaqdır. Amma 1069'da yazılıb bu kitab. İndi bunu da gördüm qırmızı hərfinlə sənəni yazıb və üstündə buna diqqət eləməmişdim. Qırmızı qələmlə sənəni uzun yazıb, içində də 1069'u yazıb. Yəni bu kitab 1069'da yazılıbdır. 1269'da bir nəfər bu kitabın əlinə keçibdir. O da orada tarixi əlavə edibdir. Hətta günü də qoyub ki, hangi gün bu yazılıbdır. Əcəba bu səhifədə, bu bir səhifə belə bir şeylərdir. Haza kitab qərrə deyərək, ondan sonra şeir başlanır, cəlibdir. Hacat danistəni nə mənə? Əfəndi nə mənə? Sacat ya sahat danışı əfəndi. Sahat danışı əfəndi. Belə bir ad görürəm burada. Əlbəttə bunu oxuyarıq. Yenə bunun şeirin içində yazıbdır. Bir beytin, bir misrəyin iştibah yazdığı üçün üstünə xət çəkibdir. Ehtimalən bunu eşikdə yazıbdır. Çünki 7 açıb burada aparıb eşiyə. Amma o 7 hardadır? Burada gördüm, aşağıdadır. Əlbəttə burada əgər bundan olmasa, bəli, yox, aşağıda, buradadır. Qıraqda bir ayrı şeir yazıb, o ayrı şeiridir. Aşağıda o 7'ni aşağıda yazıb, orada doğrusunu yazıbdır. Çərxi ilə başlayan bir beytdir. Qıraqdakı yazılar çox fərqlidir. Ona görə deyə bilirik ki, əl yazılar, o kitab-ı qərrə hər nə idi? Bir səfəlikdir ehtimalən. Qalanı şeirdir. İlla bu ki, deyək, bu şeirlər o kitab-ı qərrənin davamıdır. Onu gərək baxaq. Xətt əlbəttə əvvəlki xəttlərlə çox fərqlidir. Bir qeydim ora. Bəli, əvvəlki xəttlərlə çox fərqlidir. Biraz fərqi çoxdur. Amma yab kitabın əvvəlində bu var idi. Cəlid kitabın 75-ci səhifəsində bir möhr görürük. Yar Xudaverdi davəri. Yar Xuda barır davəri Müstəfa Məzhəb-i Seyyid Bəhravi. Ya Afiyət-i Seyyidə Sədi Bəhravi. Belə bir şeydir. Xurşid Əzmi adında bir ayrı möhür. Burada tarix də qoyubdur. 1068 ehtimalən burada görsənir. 1068 bəlkə elə burada möhrün altında yazılır. O da görsənir. Kitab hər halda əl yazmadır. Xət değişdi. Yəni indi bu 3-cü xətti görürük bu kitabı buradan. Əlbəttə o bir səfərini çıxandan sonra bir səfər də bu xətt ilə yazılıbdır. Biraz fərqli bəlkə ola bilər. Kitabın bu səhifəsində hər yerinə möhür vurublar. Ehtimalən bu kitab neçə əl dolanıbdır. Mən çalışıram görün burada. Bu kitabın 82-ci səhifəsində biz ən azından 1, 2, 3, 4 dana möhür, 5 dana möhür, 6 dana möhrün yerini görürük ki, möhürlər eyni şəkildədirlər. Yəni hamısı lozi dediyimiz şəkildə deyil, amma üstləri təəssüflə oxunmur. Bir dənə də aşağıda varmış. Ehtimalə 7 oldu. 1, 2, 3, 4, 5, 6, 7. Bəli, 7 dana möhür bir səfədə gördük. Sonki səhifədə 3 dana möhür burada görürük və arxada əgər möhür olmasa bir dənə də orada möhür vardı.
Bunu da yari guşa, yar بگشا غنچه کام دل احمد. Bu da belə bir şeydir. Bir dənə də ayrı burada möhürlər görsənir. Əşvada da yenə Tazaşdan bir ayrı möhür var. Bu iki səhifədə o imza da bu tərəfdəymiş. Onu görməmişdik. Tazaşdan yenə burada bir ayrı möhür. Yəni bu kitab çoxlu adamların əlinə keçibdir. Hər kəs də ona bir möhür basıbdır. Xurşid yenə burada vardı ehtimalən. Oxunmur Şamil. Bu da bir ayrı addır. Əhmədullah əla nəəmatihi ehtimalən belə bir möhür də burada görsənir. Tazaşdan aşağıda bir ya iki möhür var, oxunmurlar. Daha bu səhifəni biraz kiçildim ki, kitab görsənsin. Görək. Kitabda çoxlu möhür var. Yəni yenə Əhmədullah əla nəəmatihi burada görsənir və aşağıda bir ayrı möhür. Kitabın burada su ya gəlibdir və biraz da kirli saxlayıblar. Burada kitabın belə şeirin ortasında da bir boş yer görür. Burada da bir möhür basıblar. Bu səhifədə də çox möhür vardı. Bu görsənir bu kitab çox əl dəyişdiribdi. Çox adam bunu oxuyubdu. Əlan burada bu möhürü görürük. Bu Mustafası oxunur, amma məzhəri dövləti nə belə bir şey orada oxunur. Yenə də bir ayrı möhür, burada iki möhürlər görsənir, fərqlidir. O Mustafa burada daha rahat oxunur və çox yerdə o kitabın ortasına vurdu. Mustafa hər kəsmiş, hər yerdə bir boş yer görürdü, orada vurubdu. Yenə kitab dəyişilir, əl dəyişdiribdi. Bir ayrı adam, bir ayrı möhrünə vurubdu. Aynı səfənin arasında bir kiçik kağızda bir şey yazmışmışlar, qoymuşmuşlar kitabın arasına. Onu Tazaşdan indi qoydular kitabın üstünə, əksini saldılar. Aynı səfədə. Çox zarifdir. Sevdim bu. Harada bu kitabxana saxlır. Sevdim onu. Çünki deyibdir ki, bu adam bu şeiri hətmən qəsdinə bu səhifəyə qoyubdu. Ona görə o səhifədə elə onu saxlayıblar, əksini də salıblar. O Mustafa adında dediyimiz adam möhrü hər yerə basıbdır. Yəni hər yer gəlibdir o Mustafa. Özdə şeirin rəhm eləməyibdir. Şeirin ortasına basıbdır şey. Burada da bir şeirin sonu görünür. Yəni buna ehtimalən bilmirəm, müxəmməs deyirlər, nə deyirlər, mürəbbə deyirlər, nə deyirlər. Belə bir şeydir. Onun son beytin Nəsimi Həzrətlərinin adının üstündə qərəliyiblər. Oxunmasın, amma oxunur. Yəni oxumaq olar. Biraz diqqətlə. Nəsimi Həzrətlərindən burada mən bunu yazım bu kitabı. İndi deyim bunu dostlar yenə uğurlasınlar, amma 107-ci səhifədə Nəsimi Həzrətlərinin bir neçə şeiri qoyulub burada görsənir. Vəsətdə əlbəttə deyişir. 4 dənə, 5 dənə qəzəli vardı. Ondan sonra qeydir və Əhmədi adında bir şəxsin şeirləri ilə Əsur Ələvi olaraq devam edir. Əlyazmalar çox dəyişir, qələm dəyişir, çox fərqli əlyazmalardır. Dediyim kimi, möhür də heç əl dəyişdirir. Yəni, burada möhür, bu Mustafa hər kəsdə o çox uzun zaman bu kitabı əlində saxlayıbdır, elə bəlkə də bir gündə götürüb, elə hər yerə yetişdirib bir möhrün basıb ki, bu hər kəsin əlinə düşsə, desinlər bu kitab oxuyanmış. Ehtimalən belə, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Onu dedik, amma rəhməti də deyək ki, rəhmətini də oxuyaq. Bizə bir kitab saxlayıblar. Bunlar və bu ərzişlidir, çox önəmli bir işdir. Bununla belə ki, möhürlərin basıblar kitabı biraz. Amma deyək ki, böyük bir iş görüblər bizim üçün. Bu kitabı oxumaq çox mühümdür. Çünki müxtəlif şairlərdən ki, bəlkə bizim xəbərimiz yoxdur, burada şeirlər var. Yəni, o cəhətdən, məsələn, Noini görürük, Məqalini görürük, Alini görürük, Baqi görürük, Əbi Übeydi Kəbi belə bir şey görürük. Haləti adında, Behişti adında Noidən 3 dənə burada Nəcati bəy, Əskəri, Übeydi bəy, o da Übeydi bəymiş, orada ki, əvvəldə oxuyamayardı. Übeydi bəy, Sən'i ya da Səni'i, İşrəti, Behişti, Əhmədi, Əmri, yəni Sultan Süleyman
ehtimalən Sultan Süleyman Həzrətlərinin şeiri Şəhriyar. Bu hangi Şəhriyar olacaq? Bu çox qalibdir. Bu Şəhriyar əlbəttə Şəhriyar deyil. Şəmirhat belə bir adı var. Nə mənə burada görək, Şəmsidir bəlkə. Çünki əşarda bir şeirin özünü bir şəmsi gördüm. Düründüki ki bir etibadə şikayət itali varidə binni Şəmsi Səlim ibni Səlimi xanə. Adı Şəmsi Səlim ibni Səlim xanə. Ehtimalən bu Şəmsi bir xanım adı olacaqdır. Səlim ibni, Şəmsi Səlim ibni, yox, kişidir. Şəmsi şeir adıdır, Səlim ibni Səlim xanə ya Süleyman xanə. Belə deyə bir şeir burada görürük. O Şəmsi olacaqdır, amma Şəmsiyyat bəlkə ola. Şəmsiyyat, ehtimalən şairin adı. Hər halda belə bir şey görürük. Bu dedim, kitab çox önəmli bir kitabdır və müxtəlif şairlər. Əl yazma dəyişdi, şeirin yazma haləti dəyişdi və bir ayrı cürə şeiri yazırlar. Bunu demaqla başarmayacağım, gərək dostlar bunu görərlər. Yekəldim biraz da bunu. Dostlar əgər baxsalar bunu görsünlər ki, çox fərqli bir kitaba, yazıya bu yazını oxumaq mənə çox zor olar, amma oxuyaram, demirəm ki, oxuyabilirim, amma zaman aparar, çünki çox ayrı. Kitabın yenə burada bir səhifəsində bir ayrı kitabdan ki, aharlıymış. Bir səhifə qopulub, o səhifəni bu kitabın bu səhifəsinin arasında, yəni 166 ilə 176-nın 166 ilə 167-nin arasına qoyubdur. Bunlar da elə orada qoyubdur, əksini salıblar. O kitabın o birisi ayrı üzrə olmalıdır. Cəlibdir, bu da şeirdir genə elə özü. Onun o birisi tərəfində çevirdi, həman səhifədə qoydu. Və o birisi səhifənin tazasının əksini saldı. Dedim, burada yüzlər şairin şeirindən görürük. Və o əl yazmalar çox dəyişir. Həm kitabın mətnində yazır, həm də qırağında şeir yazır bəzən. Və bu da o şeirin, şairlərin bəlkə aynı şairdən ola, ya müxtəlif şairlərdən ola, Təhmis-i Xiyali, İshaq. Bunlar şairlər deyil, Xiyalidən genə Furi adında bir şair varmış. Baqi Xiyali, Nəhali, Qəsidə-i Ülvi ya Ələvi. Bir qəsidədir, ehtimalən etsək bunun da əl yazması fərqlidir genə. Bax, bu kitab çox fərqli zamanlarda ehtimalən fərqli adamlarla yazılıbdır. Bunun içində təhcə buradan bir tarix görmüşük, o da 1060. Burada bir ayrı möhrə rast gəlirik ki, bu kitabda görməmişdik. Bu kitab dedim, şeir olduğu üçün çoxlu əl dəyişdiribdir, çoxlu yazarlar yazı yazıblar. Yəni, burada bir səhviyyə gəlirik ki, bizə göstərir, burada ehtimalən adamın əli suluymuş. Məsələn, yaxşı dəstəmaz almışmış. Əlin qurutmamış, gəlibdir, burada yazırmış ya oxurmuş, əli dəyibdir, rəhlər yapışıb əlinə və əli ilə səfərin ora-burasını yapışıbdır. Belə göstərir mənə. Ola bilər bir ayrı dəlildə olsun, amma mənə belə gəlir. Zöhəri, yəni keyfiyyəti aşağıdır. Bir səhviyyə gəlirik, ehtimalən bu da şeir olacaqdır, amma çox qarma-qarışıq bir şeir olacaqdır. Olsa da qəsidə olar, çox uzun bir şeydir. Bu səhifəyə gəlirik, səhifənin içinə çoxlu su gəlibdir burada. O birislərdə bu qədər su yox idi. Bu son iki səhifədə suyu görürük. Ehtimalən o iki orada dedik əl dəyibdir. İndi burada bir ayrı baxırıq. Ehtimalən bu səhifəyə su gəlibdir və bu səhifəyə su gəlibdir. Bu səfədən, o səfəyə rəhlər bir-birinə çıxıbdır. Ehtimalən beləsi demək olar. Sonra
bir böyük xətt ilə yazır və fərqli, sonra kiçik xətt ilə fərqli, müstəhəbbat, sələvat falan bu cür bir şeyləri götürür, fəraiz falan bunları. Şimdi de burada bir kiçik kağız koymuşmuşlar kitabın arasına, onu götürür, görürsünüz bura. Əleyhür-Rəhməni də abı xəttindən böyük yazıbdır. Burada və səcdi tilavəti Quran, tərcümə ki yazılmayıbdır. Sonra bir qəsidi Fəxri Əfəndi rəhmətullahi əleyh deyə bir uzun qəsidə yazılıb burada. Və bu səhifədə bunlar da çox fərqli əlyazmalar. Bu kitap bir cündür. Xətdən adamların adlarından kitapların oxunmasının, yəni bu kitap inanın mənə, indi bəzi kitabxanalara da gedir, bəzi kitapların arası ömründə açılmayıbdır. Əlbəttə kitap çoxdur, eyni kitabı indi çox oxumaq olur, amma qədim zamanda bir kitap olanda burada da adları yazıblar, cəlibdir, içində də bir möhür basıbdır. Yəni ehtimalən bunu bir adam Sədi İbrahim adında bir şəxs ehtimalən öz adını da yazıbdı neçə dəfə. Xət yazırmış, onu təmrin edilmiş və sonunda gəldik o Rəcəb, Şəban tarix ad qoyurdu 15 günə, onu yenə burada təkrar edir. Və burada belə bir yazı ilə qarşılaşırıq. 200 səfər beləsi, düz yazıdır, bunlar da şeir deyirlər. Devam edir sonra. Nəməliyi hikayeyi qəbəqati awliyai təbəqat olacaqdır. Hikayeyi təbəqat awliya qəddəsərruhul əziz deyə bir mətnlə qarşılaşırıq ki, uzun əlyazmadır kitaba. Kitab təəssüflə həm çox su çəkibdir, həm də çox kirlənibdir və həm də cırılıbdır. İndi yetişdik axır səfələrə. Bu kitabda, aynı kitabdan cırılıbdır, yapışdırıblar tıcaşdan, amma qırağı çürüyüb gedibdir. Təəssüflə, bunu burada beləsi görürük. Kitabın qıraqları təqribən də bu kitabın son səhifələri həm sudan dolayı, həm də hər nədən dolayı həm çürüyüb, həm cırılıb, aradan gedibdir. Şimdi axirdə bir səhifədə ayrı kitabdan qoyulub üstünə və bu kitablar da saxlanır. Wiseman Preservation Center Konservator. Wiseman kitabları necə deyək? İndi bunu necə deyək? Türkçəyə istəyirəm tərcümə edeyim. Tərcümə edə bilmirəm. Türkçəm çox zəifdir. Tozif verim. Çünki tərcümə edə bilmədim. Deyir ki, fərz edin bir köhnə bina var, saxtıman var. Qədimidir, əskili, 300 il, 500 il, 1000 illik bir saxtımandır. Bunu tazaşdan o sınıq-salxağın düzəldirlər, hazırlayırlar ki, aradan getməsin. Buna nə deyirlər Türkçə bilmirəm. Bu kitab o cür bir mərkəzdədir ki, bu kitab, belə bir kitabları çürüyüblər, aradan gedirlər, amma önəmli kitabdır da, yəni önəmlidir. Bunu nə edirlər? Orada çalışırlar ki, diri saxlayırlar. Qoymayırlar çox çürüsün. Çürüyən yerləri elə bilsələr düzəldərlər. Ayrı nüsxələrlə falanlarla, bəhmanlarla. Bəlkə bu işi məşğuldurlar, amma orada görünür. Dediyim kimi bunu oxuduq. Bu kitab 2009'da o mərkəzdəymiş. Şair eləydi o mərkəzdədir. Kitabın son cildinə baxırıq. Kitabın üstündə ehtimalən, məsələn, çaydanzat qoymuşmuşlar, isti bir şey qoymuşmuşlar kitabın üstünə. Yandırıbdır, ya yeri qalıb düşüb o kitabın üstündə. Bu görürük ki, belə bir şey. Və kitab tutardır. Qeydə kitabının əvvəlindən bu kitabı oxuyaq. Fikir edirəm, bu kitabı bir dəfə görmüşəm. O kitablardan ki, yenə mən bunu dedik ki, bunun adı Divan-ı İnci xanım. Mən burada Divan-ı İnci xanım deyə bir şey görmədim. Mən buradan bunu kopya edirəm, qoyam o kitabların içinə ki, ömür olsa onu təhdə olsam oxuyub və öyrənməliyəm. Bunun içində yaxşı şeirlər var. Əl yazısını əvvələn öyrəşməliyəm. Ondan sonra da bunun şeyinə getməliyik. Yəni, gəldik kitabın əvvəlindən görək ki, nə yazıldı. Əvvəldə bir yazılar Əl-İlmu vəl-Məamül
malu yəstiru ən kullə eyb. Əl-cəhl vəqil. Bu hədisi əslən ki, burada oxuyuruq. Bu mənə deyir ki, bunu oxumuşuq. Əcəba aynı kitabda oxumuşuq ya bir ayrı kitabda oxumuşuq, amma düzdür. Əl-ilmü vəl-malu yəstərani kullə eyb. Elmlə mal tüm eyblərin üstünü bastırır. Əl-cəhl vəl-fəqru yəkşifani kullə eyb. Cəhlinlə də fəqirlik, kasıblıq, yoxsuzluq külli eybin üstünü açarlar. Yəni elm ilə malın olsa, bunlar ikisi insanların gözün boyar. Qoymaz sənin eyblərin görünsün. Amma cəhlin olsa, cahil olsan və kasıb olsan, yəni əlboş olsan, sənin eyblərin üstünü millət açar. Çünki millətin gözün boyamağa hissat yoxdur əlində. İstəyəsən ki, millətin gözün boyayasan, gərək ya alim olasan, ya mal sahibi olasan, ya da ki, hər ikisi bahəm əlində ola ki, millət sənə hürmət bəsləyələr, eyblərin haqqında danışmayırlar. Amma əgər həm kasıb olasan, həm də cahil olasan, eybləri üstü bir-bir açarlar. Millət sənin dalıncan üzva da danışar, dalında da danışar. Yəni utanmazlar səndən hər şey deyərlər. Bunu kim deyibdir? Bunu əgər oxuya bilsək nəmələhu nöqtəsi yoxdur, çünki bunlarını oxuya bilmirəm. Əl-Fəqir Seyyid Məhəmməd Səid Qəfərələh. Yəni bu adam Qəfərələh deyəndə yəni elə bir ölübdür. Amma özü yazır axı. Deyir ki, ehtimal təmətəhu oxunmur. Əl-Fəqir Seyyid Məhəmməd Səid Qəfərələhu. Sonra da aşağıda Tazaşdan aynı sözü bir ayrı xəttinə yazıbdır. Diqqət buyurun. Üstdəki yazını aşağıdakı ayrı bir xəttinə yazıb Əl-ilmü vəl-malu. O üstdə oxuduğum kimi oxuyuram. Mən bu xətti oxuya bilmərəm əslində. Çünki bir-birinin içinə keçibdir. Əl-ilmü vəl-malu yəstirani. Məsələn, bunu ələ da oxuya bilməzdim. Küllə eyb. Əl-cəhlü vəl-fəqri təkşifani küllə eyb. İndi bu ne? Nəməqəhu yazıbdır. Nöqtə qoy burada. Əl-fəqir, əl-həqir, əl-muhtac ilə qəfuri bihil qədir. Əs-Seyyid Məhəmməd Əmin, üstə demişdir Məhəmməd Səid. Burada deyir Məhəmməd Əmini İcərkeşi be Dəmişq. ehtimalə İcərkəs be Dəmişq. Əs-Seyyid Məhəmməd Əmini həm əmin yazılıbdır, həm də o nunun Tazaşdan yerinə bir dənə Y yapışdırıb. Yəni həm nundur, həm Y'dir. Y fırlanır beləsi, belə yazılmır. Beləsi yazılmır. Y gətirib deyə əmin deyə nunu yazıb, əmin. Nunun nöqtəsini qoyub. Sonra gəlib deyib, o yek əminin ucundan ki gələcəyi əşaya, o nunun oradan bir az mikrometr fasili ilə Y yazıb üstündən əmini deyə. Əmin və əmini. İçərkəs. Ehtimalən əmin çərkəs olacaqdır. Əl-çərkəs. İçərkəs deyil. Əl-çərkəs be Dəmişq. Pəs Məhəmməd Əmini ya Əmin Çərkəs Dəmişqdə Qəfərəhu ehtimalən 1099-da bu kitabı yazıbdır. Yəni bu kitabı əlinə keçirdibdir. Onun üçün də burada fəqət yazıb 99. Çünki mini keçibdir. Mini keçəndən sonra 99. Niyə Peyğəmbərin zamanından 99 deyil? Çünki o zaman əl yazma bu şəkildə deyil əsla və əbədə. Ona görə bu 1000 ildən sonra yazılıb. Yəni bu kitabın ilk tarixinə baxsaq, biz 2 dənə tarix gördük buradan. Bunu gedək hesablayaq. Yəni bu tarixləri hesablamaq bizim dərdimizə deyər. Biri bu iki kitab bu adam aldığında 1099'da alıbdır. Bundan çıxsaq 1447-ci ili çıxsaq 345-48 il öncə bu kitab bu adamın əlinə gəlibdir. Kitabın adı kamil bilinmir. Onun üçün də bilmirəm bunun adını nədir. Yax adını qoyublar Divan-ı İncixanın belə bir şey yoxdur, görmədim.
baxaram içində İnci xanım görək var ya yoxdur, amma mən görmədim. Bu uzun da zaman vaxt qoyduq o şeirlərə baxmağa görə. 40 dəqiqə yaxşı üst-üstə vaxt qoyduq, amma görmədik. İkinci şey ki gördük bu kitabda, mən yenə burada yazım ad divanı yəni İnci xanım yazaq ki bizim hər halda bu kitabı bilax oxumuşuq. Divanı İnci xanım. İnci xanım adından xan adamında mənasında deyil, xanım mənasındadır. Yəni xatun mənasındadır. Çünki İnci adı məmulən erkək ya kişi adı deyil. Onun üçün İnci xanım, mən məsələn əgər bu ad erkək adı olsaydı, kişi adı olsaydı, eləyə bilərəm ki, xan anlamındadır. Amma hər halda burada xatun anlamında olacaqdır. Burada iki tarix görürük. Alım-satım yazsaq yaxşıdır. Satım, alım-satım tarixləri deyə yazaq. Burada ən azından iki tarix görürük. Biri 1099, 1099, yəni 347 il öncə, 348 il öncə. İkincisi 1060 neçə idi? Onu 1060 deyək hələ. Ya 1066 idi. İkincisi isə 1066 hicridir bu da hicridir. Onunla hesablayanda 1447-dən çıxsaq 1066-nı 381 il öncədə bu yazılmış olar. 381 il öncə də bu yazılmış olur. Tamam. Buradan bilirik ki bu kitab 250 ilə 380 altında keçirdibdi. Bunu burada öyrəndik. Qıraqda bir şeir vardı. Kimləndir, nə haqqındadır? Onu axirlərinə baxaq. Görək ki, Lameyi qıldı ayağın tozunu başına tac, bəndə güstah olacaq, şahım edər tərki ədəb. Burada bu qutarır. Bunu Lameyi adında bir şairin şeiridir. Burada görürük. Nəsimi Həzrətlərindən bir şeir görürük. Birinci şeir kitabın içində görürük. Budur. Qıraqda da bir şeir görürük. Kimləndir? Şəhənşəhdir ehtimalən. Küffar irişdi bu dinə, zəfi irdi şaha bu dinə, sən də şəhşəhin bu dinə, ə'dai dinə qıl səfər. Belə bir şeir burada görürük, amma bunun yazanı kimdir onu görəmədik. Sultan Məhəmməddir. Budun mənisini fərmayət Sultan Məhəmməd. Sultan Məhəmməd adında bir şair, ehtimalən sultanlardan biri olsun, Səfəvi sultanlarından bir şeir deyib də onu qıraqda yazıbdır. Nəsimi Həzrətlərindən bir şeiri burada paylaşıbdır, onu görək ki, nə yazıb. Mərhəba, xoş gəldin ey ruhu rəvanım Müstəfa. Ey şəkər ləb yar şirinim, la məkanım Müstəfa. Ləblərin cam-ı cəm oldu nəfxəyi ruhul qudus, ey cəmalum di cəmilüm, bəhrkanım Müstəfa. Ey mələk surətli dilbər can fədadır bu sana. Ey mələk surətli dilbər can fədadır bu sana. Çün dedi li hükmihi ləhmi, çün dedi ləhmikə ləhmi qanə qanun Müstəfa. Mən bu şeiri oxumuşam. Ehtimal edirəm bu kitabdan oxumuşam. Çün dedi ləhmihi, qanə qanun Müstəfa.
Göqlümdə səndən özgə nəsnə görmədim. Surətün əqlə dəvadır, dərdi canım Müstəfa. Gər naz ilə sörərsən, nəsimi necəsin? Gər naz ilə sörərsən, nəsimi necəsin? Mərhəba xoş imdi ey xurdədanım. Mərhəb Müstəfa. İştədim çağırə dərdilə bir nay. İştədim çağırər dərdilə bir nay. Cahan bizdən tehi qalsa gərək vay. Ehtimalən bu ayrı şeirdir. Yəni üstə Mustafa dedi qutardı, yəni Nəsimi üstə qutardı və orada bir təmmət yazmışmış. Mən onu görmədim, rədd elədim qırmızı xəttinə. Sonra bir beyt fəqət yazıbdı. O beyt ayrı bir şeydir. Əslində Nəsimiyə ilgisi yox idi. Eşitdim çağırar dərdilə bir nay, cahan bizdən tehi qalsa gərək vay deyə bir beyt yazıbdı. O şeyə ilgisi yoxdur. Nəsimi Həzrətlərinin şeirinə ilgisi ola bilər, olsun bu şərtinə ki, gedim görüm ki, burada bir əlamət qoyubdur ki, eşikdə bir şey yazmalıdır. Qıraqda da bir şey var, dedim bəlkə bu ondan olar gələr, bura yox. İndi bu yazı ki, burada oxuduq, qıraqdakı yazı ilə fərqlidir. Yəni kitabın əsli budur. Kitabı alanlar özləri bir ayrı yerdən şeir götürüblər, öz əlləri ilə yazıblar. Ona görə də orada fərqlər görünür. İkinci şeir kimləndir? Görək bu kimlə olacaqdır? Oxuyaq, hər halda ikinci şeir. Bir afəti gördüm tutmuş aləmi. Zürmiyə rənür əslin bilmədim bu. Bileydim. Zürmiyərənər əslin bileydim. Nə deməkdir bunu bilmirəm, oxuya bilmirəm. Acaba iki kəlmədir belə görürəm yoxsa bir kəlmədir. Bir afəti gördüm tutmuş aləmi. Zürmiyərəndür əslin bileydim. Ehtimalən zürmiyərəndür. Zürmiyər nədir? Beləsi, oxuya bilmirəm bunu. Bir afəti gördüm tutmuş aləmi. Zürmiyərəndür əslin biliydim. Əlin öpüb qərəz edeydim xalimi yazdı ehtimalən. Tənha da bir kərə atı büleydim. Siyah zülfləri ruxlərin dökər. Bir busəsi misri xəraci dökər. Cəvahir seçərdim sözümdə əgər. Məhəbbəti dəryasına taleydim, gireydim yəni. Şizə vurmaq, talmaq, dalmaq. Necə olmasın könül ana agəh oftadə. Necə olmasın könül ana oftadə. Mələk kəndisi dərya, mələk zadə. O üstəkin bu xəttinə yavaş-yavaş oxumaq olar, amma o kəlmə məni hələ feilin özündə saxlayıbdır. Necə olmasın gönül ana oftadə. Mələk kəndisidir ya mələk zadə. Dövlət istəməzdim dar dünyada. Salam verib salamini aleydim. Dəxi şimdi açılmış fidanından. Dəxi şimdi açılmış fidanından. Qünçəsin dirən
Geçər Qunçəsin dərən geçər canindən, iki ləblərindən bir gərdanından, əmeydüm dilin andan öleydim. Katibi severlik ol ruh dahi alı. Katibi severik ol ruh alı. Eşqindən gərəkdir fikr xiyalı. Neylirəm cəhanda mal mənalı. Böyle bildir bərə malik oleydim. İhtimalen bu kitap, bu yazanın adı, bu şairin adı Katip'dir. Katibi severcik ol ruh alı. Bir ayrı şiiri başlayaq. Görək ki, burada nə devam edir? Bu da ey benim divane köklüm yara ne için söyledim. Zahiren ahengi getdi Həzrəti Nəsimiyyə tərəf. Ey benim divane gönlüm yara ne için söyledin? Yar ile yaran iken əğyara ne için söyledin? Dolanıp gülzar içrə yarı tənha bulamam. Gül ile aşina iken bilbale ne için söyledin? Bülbülə olacaqdı. Gül ilə aşina ikən bülbülə nə üçün söylədin? Əylənib divanə göqlüm bir ləhzə etməz qərar. Əyləşmək mənisinədir ehtimalən, ya da qulaq asıb oturmaq. Əylənib divanə göqlüm, bu günləri Türkiyədə əylənmək, başı məşğul eləmək, bir şad bir şeylə adam özünü məşğul eləmək. Bir də əyləşmək mənisinədir, oturmaq. Əylənib divanə göylüm, bir ləhzə etməz qərar. Yar ilə penhan ikən, dildarına üçün söylədin. Gəldi səndən dərviş, aləm çox şikayət eylədi. Gəldi səndən dərviş, alim çox şikayət eylədi. Göklümdə mehman olan sultanı nə üçün söylədin? İhtimalen bu şairin adı Derviş'ti. Bir ayrı şeire bakaq. Bugün səfərim var xaç payinə. Bugün səfərim var xaç payinə. Əzm etdiyim yoldan bəri dönməzəm. Nəzərimə bu da Nəsimi Həzrətlərindən olacaq. Sen hoş sevdiğimsin candan irəli, ben düşmanıma da yaman sanmazam. Xəta midir düstü gölüyle sönüncə? Xəta midir düstü külüyle sönüncə? Yanın üçün iqrarlıq verdik dönüncə. Ben bir dalda otururam senince. Satının yazıbdır. Semenince ya senince, sınmaq mənasına ehtimalən, sınınca. Ben bir dalda otururam senince, sen daldan, sen calın daldan dala qonmazam. Sen calin daldan dala qonmazam. İhtimalən nəmə oxuna bilər? Ayrı bir şey. Sənə calin daldan dala qonmazam. Doğru söylə, doğru gəlsin üzüyə. Özünə ehtimalən. Doğru söylə, doğru gəlsin özünə. Xəşmə gəlib, pərdə tutma yüzünə. Ben yeşiller öldürürəm bazimə. Mən yeşiller
öldürürəm bazimə, şahinəm, yəbaliğə salmazım. Şahinəm, yəbaliğə salmazım. Qul sövdayım eder, yoktur durağım. Qul sövdayım eder, yoktur dodağım. İhtimalen qul adamın adı da değil, Nəsimi olacaqdı ihtimalen. Qul sevdalüm eder, yoktur durağım. Çağırırəm, yəqin olsun irağım. Hicran qəmi ilə dölsə yürəyim, pərvanə də olsam narə girməzim. Burada ehtimalen quldur. Bu adamın, şairin adı ehtimalen quldur. Mən deyirdim, mən Nəsimidir, amma yazılmayıbdı. Mən Nəsimiyə bənzədirəm şeiri, amma burada adı olmadığı üçün qul sövdalüm edər. Belə bir şey. Burada bir rübai yazıbdır. Adın rübai yazıb, amma 4 misrədən olduğu üçün ehtimalen rübaidir. Hər sözə qıl bismillah ilə ibtida, zikr olsun daima həmdü xuda. Qıl nəmazı həm səlahi bişə qıl, həm ədai, həm əzabi duzəxi əndişə qıl. Qurtardı bu şeir və bir ayrı şeirə keçirik. Qıraqda yenə bir ayrı şeir yazılıbdır. Kimləndir bu? Əli Əfəndidən bir şeir yazıb. Ya Rəbb Gülüstanimi və ya Həsən Səraməd. Ya Rəbb Gülüstanimi diyas və ya Həsən Səraməd. Beləsi bir şeirlə başlayır, oxuya bilmədim. Sana yalvarırım, hey Gani Kerim. Sana yalvarırım, hey Gani Kerim. Bizə düstən xəbər göndər yad ilən, bad ilən. Ya da yad ilən. Sana yalvarırım, hey Gani Kerim. Bizə dostən xəbər göndər yad ilən. Gönüldə səfa yox, xoş dəcül sərim. Heç bir təam nuş edəməm. İhtimalen yadilən olacaqdı ya diladilən. Oxunmur o vəsətdə. Dadilən. Heç bir təam nuş edəməm dadilən. Fələk bəni qürbətinlə düşürdü. Fələk bəni qürbətlinə düşürdü. Gözüm yaşın umman etdi. Taşırdı həsrət narı, bağrım böylə pişirdi. Böylə bir yan ola mizəm o dilən. Fərhad olmayan dağlar dələməz, məcnun olan Leylasını buləməz. Eşq ilə məst olan aşıq girəməz. Çəkər günü günahı ilə fəryad dilin. Çəkər günahı ilə fəryad ilən. Bülbül fəryad edər, külə büləşməz. Tuti şəkər yiyər, zağ ilə bələşməz. 100 bin olsun təbiətdür alışməz. Dəli gögül dəm sürəməz yad ilən. Müstəfadır bu aşıqlıq yamandır. Tən bir quru çeşdi əqil düməndür. Tən bir quru çeşdi əqil düməndür. Bu eşqin dəryası vəsəti ummandır. Dənmə qayıq anləməz ad ilən. Burada da bu qurtardı. Bu şeir adı da oldu Mustafa.
onu da gördük. Katibidən təzəşdən bir ayrı eşq kitabda şeir görürük. Belə başlanır. Bunca dəmdür ey biri aləmdə mədhün edəm. Bunca dəmdür ey bəri aləmdə mədhün edəyim. Heç deməzsən mübtəlamın xatirin şad edəyim. Beləsi başlayır və sonra da katibi eşqin kitabı oxuyub büldüm yerin son beytləri oxuram. Böyle yazmış gerçək aşık həm dəriq etməz sözün dəftəri divanə sığmaz söyləsəm hər bir sözün necə bir rəhm eyləməzsən necə bir fəryad edim. Belə bir şeirlə devam edir. Yenə də Qul Mustafa'dan. Qul Mustafa ehtimalən bu adamın adı ikinci dəfədir ki Mustafa görürəm. Qulu da var burada. Bir də bu Mustafa'dır. Bir ayrı şeir bu kimləndir? Məlik ölsə əcəb deyil söyündə görünür sima gedə daxi xuyundə bilmiş ol sevdigim xaki payində katibi bir adına quldur. Bu da katibi yine burada bu şeiri yazıbdır. Bu birisi şeir yazan. Bu şeirin yazanı hər kəsdə bilinmir. Ehtimalən bir dənə müfrət fəqət bir dənə beytidən ibarətdir. Yazıb sonunda bu şeiri Süleyman yazıbdır. Bu birisi şeiri Xəlilin siratıma zindan gəlsin sörəgim. Bu şeirdə Xəlil demişmiş. Mustafa'nın yine bir şeiri. Hüseyin. Burada da Hüseyin adında bir şair bir şeir deyibdi. Sultanım bir xətadır etmişəm. Sultanım bir xətadır etmişəm. Kərəm qıl bağışla benim suçumu. İnanma padişahın düşmən sözünə, kərəm qıl bağışla benim suçumu. Həsən Hüseynin tatlı canı üçün, Qutbul Əqtab Hacı Bəxtaş Vəli üçün, Əbu Bəkr Ömər Osman Əli üçün, kərəm qıl bağışla benim suçumu. Məkkə Mədinə Ərəfat tağı üçün, Huri Qılman Cənnət Kəvsər bağı üçün, Yusuf Peyğəmbərin yüzü ağı üçün, kərəm qıl bağışla benim suçumu. Qoməzlər gədayı kəndi halinə, iki cahan günəşi hürmətinə, suçlu gəldim sultanımın qatinə, kərəm qıl bağışla benim suçumu. Qul Hüseyin edər şu ben düşkünə. Qul Hüseyin edər şu ben düşəkinə ehtimalən, səni beni yaradanın eşqinə, buz bulanıq qanlı sular taşqinə, kərəm qıl bağışla benim suçumu. Qul Hüseyin bu adamdır ki bu şeiri deyibdi. Hüseyin yəni. Bunun da şeirlərindən birini oxuduq. Burada bir ayrı şeir vardı. Qərəcə oğlan adında bir şeir burada deyibdi bir nəfər. Bu şeirdə ad görmədim. Ona görə də şey oldu. Vücudum şəhri virani.
rəqibin olmasına çarə yoxdur. Məkr vəzir olə Sultan Səlim, məgər vəzir olə Sultan Səlimə. Rəqibin olmasına çarə yoxdur, məgər vəzir ola Sultan Səlimə. Dila ol kim meydana, dila ol kim meydana, qərin ola bənim nəmdəm, bənəm nəmdən. Təriqi eşqə aşina olunca aşıqi kimdir? Nəmdir, orada nəmdəm belə. Bu şeir kim yazıbdı? İstirdim onu. Nə layiq Yusifi şani, vəleykən anda əhsəndür. Beləsi Yusif Şani adında, Yusif-i Sani. Yusif-i Sani ehtimalen bu adamın adıdır ya Yusif. Nəzirə yazılıbdı, bir tane müfrədə və sonra nəzirə yazılıbdı. Bir ayrı şeiri görürük. Çeşmi dildə düzəli, düzli dağım var. Çeşmi dildə düzli dağım var. Hər səxrədə başda ahuzarım var. Ayrılıqdan əcəb müşkül halım var. Kögül səni arzular səni sultanım. Arzını burada zatla yazıb deyək. Kögül səni arzular səni sultanım. Gəlməyəyim səndən ayrı, gəlməyəyim səndən ayrı gəldimsə, namərdəm kimsəyə gönül verdimsə, nola kim gözümdən iraq oldunsə, gönül səni arzular səni sultanım. Belə bir şeirdir və görək axirində kimin adı gəlir. O kəs aşiq edər sənsiz olmasam, gönül səni arzular səni cananım. Belə bir şeirdən qurtarır, adı yazılmayıbdır. Alıcı Şahini Ali Osman. Bu da beləsi bir şey. Yürüdü Şahın töylərini. Nədənsə mənim gözüm ayrı bir şair axtarır ki, sevsin, amma tanımadığım şairləri burada görürəm. Çox məhşər bir kitabdır. Bu kitab Nəşin sörərsin, nəşeyin sörərsən halimi. Türki Burla, ehtimalən Burla adında bir şəxsin şairi yazısı olacaqdır. Nəşeyin sörərsin halimi. Nəsin sörərsin halimi. Bir cansız olayım şimdi. Cenanım göklüm olalı, divane dilim şimdi. Benim çektiğim kim çeker? Gözlerim kanlı yaş töker. Bulanık ağar dağların səlim şimdi. Dağların səlim şimdi. Ehtimalən dağların səliyyəm kimdir? Bu səliyyəm nə deməkdir? Onu bilmirəm. Ona görə biraz burada dayandı. Bir ayrı şeiri burada görürük. Acaba bu şeiri kim yazıbdı? Sırrı eşqim yayılmazdı cəhana. Eşq ateşi dərunimi yakmasa. Sırrı eşqim yayılmazdı cəhana.
eşk ateşi derunimi yakmasa, gul olmazı Yusufi zamane, gul olmazı Yusufi zamane, deli gül gördüğüne akmasa. Bu mıları o kadar kiçik yazıbdır ki bəzən görünmür ki bu mıdır ya yox, akməsə. Kökül, yəni bu şeylərdə beləsi, yəni əksərə mimləri çox kiçik yazıbdır, yapışan mimləri. Əvvəldəki mimləri böyük yazıbdır. Gönül özlər yarın yüzün görməyə, can arzular visalinə erməyə, diləməzdim kökməsinə yüz sürməyə, köksünə olacaqdır. Diləməzdim köksünə yüz sürməyə, bənəfşəsi ənbər gibi qoqməsə. Bu necədir yariyən corun çəkirim. Bunca gündür yarın cövrün çəkirim. Ah etdikcə qanlı yaşlar dökərim. Benim böyle xun olmazdı ciğerim. Yarım bana qaba baxmaqsa. Gah mehnət bəhri gibi coşarım. Gahi eşqim gibi həddən aşarım. Qısır Leyla gibi tağa düşərim. Ehtimalən Qeysər Leyla kimi olar. Qısır da ola bilər əlbəttə. Qısır Leyla gibi tağa düşərim. İladımız divanəyə. İladımız divanəyə dalgməsə. Qail olduq biz darə çəkələr. Qail olduq bizi darə çəkələr. Yar yoluna qanımızı dökələr. Şahin eder bildiğimiz ləkələr. Şahin eder bildiğimiz ləkələr. Ardımızdan qeybətimiz çəkməsə. Şairin adı yox idi orada. Və sonuncu şeirə gedirik. Katibdir bu sonuncu şeiri yazan. Gene onun bir əvvəlinci beytini oxuyaq. Əlbəttə müfrədə bir dana var. Ortada bir dana beyti var. Ondan sonra başlayır. Ağ dənizlə qərə dəniz mərhəba edib görüşür. Ani qada edinmişdir. Bunca irmaq qarışır. Və son şeiri də beləsidir. Son iki beyti oxusaq. Kiminə səbəb olursun, səndən olur katibi, kayini. Pəs katib deyil bu, kayini. Kiminə səbəb olursun, səndən olur kayini. Kiminin əlindən alırsın, həb olanca malini. Əli şahəm dərsən, görmüş isen haqqın didarini. Dəm ölürsən, amma eşqün yekin dəryasından. Belə bir şey baş tapmadım. Sultan Məhəmmədin Süftah qəzası. Süftah nə deməkdir? Ehtimalən bir yer adı olacaqdır. Xeyirlərə vardı hünkârım. Xeyirlərə vardı hünkârım. Nə sanırsın küffar qarşumi turə. Nə sanırsan küffar qarşuyi turə. Yezidlər miqdarın bildi hünkârım. Açıldı meydanın şən ölsün canın. Açıldı meydan
meydanın, şən olsun canın, çoktur padişahım, yarar qulların, dört köşeden hep görüldü, kör oldu düşmanın, dört köşeden hep kör oldu düşmanın, girtdədin ne demek olar? Girtdədin İslam oldu hünkârım. Din İslam oldu. Din olacaqdı, ama bu ne deməkdir? Onu oxuya bilmədim. Mustafa adında bir adam bu şiiri yazıbdı. O birisi şiirdə Mustafa'dandı və o birisi də Mustafa'dandı. Bu şiir kimdən olacaqdı? Uzun da bir şiirdi. Eşki adında bir şairdən bir uzun qəzəl. Əvvəl nəzərdə görəli mən mübtəlasını, etdim könül vilayətinə padişah səni. Canı cəhanə verməzin ey dilbər ya səni. Canı cəhanə verməzin ey dilbər ya səni. Ey dilruba səni. Canı cəhanə verməziz. Canı cəhanə verməziz ey dilruba səni. Dünya nədir bədəl qılım ey can ana səni. Dünyayı bir yana qoysalar bir yana səni. Dünyayı bir yana qoysalar bir yana səni. Bana səni gərək səni ey dilbər dilruba səni. Qıbləm qəddünü Kəbi əlaya verməzin. Qıbləm qəddünü Kəbi əlaya verməzin. Çuyun riyazi cənnəti məvaya verməzin. Rəftari sərvi qəddünü, rəftari sərvi qəddünü Tubaya verməzin. Bu bir kəz yüzünə bəqməği dünyaya verməzin. Dünyayı bir yana qoysalar bir yana səni gərək səni ey dilruba səni. Dünyayı bir yana qoysalar bir yana səni, bana səni gərək səni ey dilruba səni. Eşqin yolunda tərk edə bən cismi cani bən. Eşqin yolunda tərk edə bən cismi cani bən. Ölüncə bən ilə bən hələ bu ağustanayi bən. Qəndə buləm sənin gibi bir navcavan bən. Qəndə buləm sənin gibi bir navcavani bən. Sənsiz əfəndi neyləyəm bu cəhanı bən. Sənsiz əfəndi neyləyəm bu cəhanı bən. Dünyayı bir yana qoysalar bir yana səni, bana səni gərək səni ey dilruba səni. Yaraddı mi var? Yarad hemi var ki bəhri qəmi həcrə talmayan. Yaraddı mi var ki ya yerdən mi var ki bəhri qəmi hicrə talmaziz. Eşqin yolunda can həm baş qalmaziz. Girdab əşqi zorəqinə cismi salmaziz. Sənsiz bu cahan milkini bir pulə saymaziz. Dünyayı bir yana qoysalar bir yana səni, bana səni gərək səni ey məhliqa səni. Göyün ki asi cənnəti məvası neyləsin. Çuyun gedası cənnəti məvayı neyləsin. Qəddün əsiri sayi tubayı neyləsin. Mah yüzünü görən qeyri təmaşayı neyləsin. Sənsiz əfəndi eşqi bu dünyayı neyləsin. Dünyayı bir yana qoysalar bir yana səni, bana səni gərək səni ey məhliqa səni.
Bu da şair hər kəs idi. Adını görə bilmədim ya da anlamadım adı kim idi. Bir rübai var ve ondan sonra bir şiir başlıyor. Bu şiirin sonunda ustad olduğum diye bir şey gelir. Bunu Baqi adında bir şair yazıbdı. Bəli. Son şiir belə başlayır. Deyir ki, lalələr bizim çəməndə cami işrət göstərir. Dövlətində xusrovi ka eyşə Xosrovna kal ihtimalı. Kal eyşə ruxsat göstərir. Mevsimi kel eyd ilə yarı müsahib göstərir. Mevsimi gül eyd ilə yarı müsahib göstərir. Bir-birinə iki dilbəridir, məhəbbət göstərir. Belə başlayır və son beyti beləsi qurtarır. Bisutun qəmdə baqi sənin mehnət kimsədə. Bisutun qəmdə baqi sənin mehnət kimsədə. Şöyle ustad olduğum Fərhadə sənət göstərir diye belə bir şiir de ondan sonra bir rübai yazır ve o rübaiden sonra bir şiire geçir. Baqi adında bir adam bu şiiri yazıbdı. Bir ayrı şiiri de təqribən aşıqanə şiirləri burada toplayıbdı. Müxtəlif bəllidir bu adam çoxlu kitablar oxuyub. Yəni çoxlu şairlərin şeirlərin ya hifziymiş ya da oxuyubdu. Oxuya yazıbdı. Çox böyük bir yüzlər şairdən burada şeir toplayıbdı. Baqidir. Yine Baqidən bir şeir gördük. Burada Nəf'i adında şairdən bir şeir. Buradan oxumadığımız üçün. Mailəm cəzbe-i didare hem ani sürəyim. Səvərim. Mailəm cəzbe-i didare hem ani səvərim. Bir gözəl çehrədə an olsa ben ani severim. Severim zahir batin görecek məhbubi. Arz halə mədəd olmazsa nəhani severim. Sevməzəm amma görəcək məhbubi. Nərədə var isə rəfətü cani severim. Nə qədər nazik üzüm olsa cavani severəm. Sevəməm. Nə qədər nazik üzüm olsa cavani severim. Nə qədər afət can olsa nigari severim. Sevəməm. Sevəməm yazıbdı. Nə qədər afət can olsa nigari sevəməm. Çarə yox. Ehtimalı gəl severim olsun. Çünki o deyil. Yəni beləsi gələcəkdir. Orada niyə sevəməm olur? Ehtimalən r yaddan çıxıbdır. Çarə yox sevməgə bir gözəli ey nəf'i. Siccəyi lazım midi demək işte fulani severim. Burada bu şiiri ondan sonra bir müfrəd diye yani bir beytiden ibaret. Ondan sonra bir şiir başlanır ki bu şiiri Reis oğlu diye adlı bir adam yazıbdı. Şiir belə başlanır. Əgərçə yok qəribin aşinası və lakin müstəcab olur duası. Belə bir şiirlə başlayır. Yigidi muradə əyir görən addur. Necə bu devam edir ki dedik reis oğlu yebdi zəminə dirək yapdi. Reis oğlu yapdi zəminə dirək küheylan olanda citadur yürək ya
Citaldır ürgürək, görmüş deyil, bəlkə zibadən gərək, benim biləcəgim çöllər siyahə. Siyahə ilə başlayan bir şeydir, burada da devam edir. Sücudidən bir şeiridir, başlar. Cani dildən razıyəm ben, çəkməgə can acısın. Cani dildən razıyəm ben, çəkməgə can acısın. Ya ilahi, tək həman göstərmə canan acısın. Ya ilahi, tək həman göstərmə canan acısın. Ol hicranidə ey dili şuluqdur qan ağla kim. Ol hicranidə ey dil şul qədər qan ağla kim. Hali ki halinə rəhm eyləyib kafər müsəlman acısın. Ol cani dildən razıyəm ben, çəkməgə can acısın. Ya ilahi tək həman göstərmə canan acısın. Ol hicranidə ey dil şul qədər qan ağla kim. Halinə rəhm eyləyib kafir müsəlman acısın. Yarimi bəndən ayırdı dostları din rəqib. Yarimi bəndən ayırdı dostları bidin rəqib. Halimi yaranə dik açarsa yaran acısın. Şimdi bildim hasili ol ta tatlı canın kıymetin. Şimdi bildim hasili ol tatlı canın kıymetin. Hakkı Teala kimseye göstermesin, can acısın. Can şirin acısın çəksin sucudi dərdimənd. Sucudi burada da dedi, şeirin ortasında dedi və elə burada qurtarır. Can şirin acısın çəksin sucudi dərdimənd. Ey fələk göstərmə gəl tək hicri yaran acısın. Burada bir müfrət, ondan sonra yine bir ayrı müfrət. Ondan sonra yine Səccaddan bir İshak'dan bir şiir oxuyubdi, yazıbdı üzrəm. Ta ki dili eşkün min nuş etdi hüşyar olmadı. Ta ki dili eşkün meyin nuş etdi hüşyar olmadı. Çeşmi bəxtim açılıb bir ləhzə bidar olmadı. Bidar olmadı. Çox cəlib yazıbdı. Bidar ayıq qalmaq, farsça nəzərə gəlir. Bidar, darsız. Darsız, bidar, gözün açıqda ama dara açılmamışsan. Çox gözəldir bu söz. Dar və bi sözündən bidar, ayd. Bir dar var, bir de bidar var. İndi anladım mənini. Mən deyəsən anlamamışdım. Bir dar var, darda olan, bir de bidar var. Çiçeğde Farsıda bidar sözü, dardan yaranan söz mənfiləşib də olub bidar. Farsda da yuxuya getməyən anlamına işlənibdir. Mən burada birinci dəfə bunu düşündüm. O da burada düşündüm. İndiyəcən əslində diqqət eləməmişdim. Bidar iki dana kəlmədən mürəkkəbdir. Yapışıb bir-birinə bir kəlmə düzəldib bidar sözü. Biri yəni yox, olmamaq, ədəm mənasındadır, yoxluq mənasındadır. İkincisi, dar mənasındadır. Həm ev anlamındadır, dar ərəbcədə, türkcədə və farscada və bəlkə də bir ayrı dildə dar o şeydir ki, dara çəkilir. Və addır bir növ öldürmək ağacına, dardır, ona da deyirlər. Amma dar əslində dara çəkilməkdir. Yəni, bir şeyi çəkirsən tir dura. Yox, bir ipi çəkirsən, dara çəkirsən. Məmulən, məsələn, xana uzaldanda, yəni fərş uzaldanda, istilə fərşin şey eləyərlər, o ipi dara çəkirlər.
o ağacın dövrüsünə, yəni ip şoldur, onu çəkib bərkitmək ki, çox şol olmaya ona darı deyirlər. Libas giyirik, paltar giyirik, bizə dar olur. Yəni məsələn, yerləşmirik içində. Dara çəkilir. Paltar çəkilir şeyə, zor verilir ki, genəlsin, genələ bilmir. Bir həddən izafi genəlmir. Buna da dar deyirlər. Bidar sözü bəs oradan gəlibdir. Mən bunu burada öyrəndim. Ta ki dili eşqün meyin, ta ki dilün meyin nuş etdi huşyar olmadı. Ta ki dil eşqün meyin nuş etdi huşyar olmadı. Çeşmi bəxtüm açılıb bir ləhzə bidar olmadı. Zahirə məcbur düşdü. Zahidə məhbub düşdü diye təmz etmə bizə. Zahidə məhbub düşdü diye tən etmə bizə. Eşqə düşdüysə nola aşiq günahkar olmadı. Zahidə məhbub düşdü diye tən etmə bizə. Eşqə düşdüysə nola aşiq günahkar olmadı. Getdi qaldı eğirməsiz mənzil yetəri murad. Getdi qaldı əbri meysər. Getdi qaldı əbri meysər mənzilə yetri murad. Yetəri murad ehtimalən. Kimsə mən افتادهyə hərgiz havadar olmadı. Getdi qaldı əbri meysər mənzilə yetdi murad. Kimsə mən افتادهyə hərgiz havadar olmadı. Rəhm edib bir gün yüzümə bəqmədi o məhi Çin. Rəhm edib bir gün yüzümə baxmadı o məhi Çin. Getdi çün bəxtim çürüdü, dövlətim yar olmadı. Dövlət burada şans anlamındadır. Var anlamındadır. Getdi çün bəxtim çürüdü, dövlətim yar olmadı. Burada var anlamındadır üstənmə. Varlıq. Anlamaz halım benim ishaq derdi yareli. Anlamaz halim benim ishaq derdi yareli. Bi vefalar eşkine şul kim giriftar olmadı. Burada Nəsimi həzrətlərindən bir şeirə rast gəlirik. Mən fikir edirəm ki, bu kitab çox gözəldir. Amma fikir edirəm yavaş-yavaş 2 saati doldururuq. Min kəlami Nəsimi, bir dənə burada yazıb müfrədə, sonra kəlami Məsih təzaşdan bir ayrısını yazıb. Ehtimalə bu nə mənədir? Yazıb da hər halda o deyil. Sonra bir kəlami Nəsimi. Qızıl gül bağı bostanım nədirsin? Qızıl gül bağı bostanım nədirsin? Fəda olsun sənə canım nədirsin? Sənin məqsudun odur ta mən öləm. Sənin məqsudun odur ta mən öləm. Helal olsun sənə qanım nədirsən? Qəmu 4 ləblərə dərman bulundu. Qəmu dərdlilərə, qəmu, mən qələt oxumuşam. Qəmu dərdlilərə dərman bulundu, duasız dərdə dərmanım nədirsən? Əridi iligim, qaldı gəmigim, kəsildi küllü fərmanım nədirsən? Gərək 1000 yıl yaləm topraq içində. Gərək 1000 yıl yatəm topraq içində. Dürüstədir əhd-ü peymanım nədirsən?
Nesimi seni sevdi canı dilden. Nesimi seni sevdi canı dilden. Sünler olsun mi sultanım nedirsen? Sevenler olsun mi sultanım nedirsen? Sonra sucudiye getir, sonra neva, sonra mürəbbəyi əcəm. Mürəbbəyi əcəm nə deməkdir? Bundan bir oxuyaq görək ki, nə deməkdir? Bizim bəzm eşqə nitəkim məstanə gəldin ey gönül. Bəzm eşqə nitəkim məstanə gəldin ey gönül. Yan yaqıl ol şəm'i hüsnə bayanə gəldin ey gönül. Yan yaqıl ol şəm'i bəzm eşqə nitəkim məstanə gəldin ey gönül. Yan yaqıl ol şəm'i hüsnə yanə gəldin ey gönül. İlənəmə ilənləməz. Eğlenmez diye gam çekme bu fani dünyada. Tut ki bağı aleme seyrane geldin ey gönül. Ömrüm seni sondan ne için qatar yürürsün? Ömrüm senin söndün. Ömrüm seni sönden ne için qatar yürürsün? Qorqumuz mısın? Xan adın qanlar sıçra yürürsün. Oxuya bilmədim. Qalsın. Heyrəti adında bir şəxsidən bir Misr hüsn içrə səni sultana bənzətdim hələ. Misr hüsn içrə səni sultana bənzətdim hələ. Ey əzizim Yusifi Kənanə bənzətdim hələ. Vaizün cənnət cəhənnəm deyibən şərh etdügün, filməsəl vəsdilə hicranə bənzətdim hələ. Şül müfərrəh ləb gözəllər dərdini bən xəstə dil. Şül müfərrəh ləb gözəllər dərdini bən xəstə dil. Ey təbibi can, həman dərmanə bənzətdim hələ. Əzm çuy yar edər birdəm qərar etməz gönül. Əzm çuy yar edər birdəm qərar etməz gönül. Təkcə-i sinəmdə bir mehmanə bənzətdim hələ. Razı əsrarini sürəm dedi ey heyrəti. Raz əsrarini sürəm dedi ey heyrəti. Sözündən səni heyranə bənzətdim hələ. Sözündən səni heyranə bənzətdim hələ. Burada heyrəti və heyran, ehtimalən heyrəti özünün adıdır, heyran da ki sevdiğinin adıdır. Ona görə belə işləyibdir. Sonra yine əcəm bəyatı deyə bir şey yazıbdır. Türkü burada, görək bu şeirin davamı kimdən ola bilər? Himmət adında bir şairdən bir şeir yazıbdır. Qol himmət daim danımdır ehtimalən, danəm. Mədhün edəyim. Qol himmət danəm mədhün edəyim. Sənsiz yalancı dünyayı bəndəyim. Gönül qalsın bən vərayım gedəyim. Kəlləri siyah çərkəz gözəli. Çərkəz gözəli. Bu şeirin sonunu oxudum fəqət bu adamın adını görək. Burada bir türkü yazıbdır və
Katibi adında bir adam bu şeiri deyibdir. Belə başlanır şeir. Dostum nəzər eylə aşiq dindar olənə. Dostum nəzər eylə aşiq didar olənə. Mərhəmət, bu müfrəd imiş, bu ayrı bir şeirdir, onuncu deyil. Mərhəmət lazım olur dərdə giriftar olənə. Burada qutardı, o ayrı bir şeydir. Buradan bizə o katibinin şeiri başlayır. Mən fəqət bir beytin əvvəldən, bir beytin də axırdan, iki beytin də axırdan oxuyaram. Görüb cəmalünü aşiq olduğum, görüb cəmalünü aşiq olduğum, haqqı bir bilirsən, ağlatma bəni. Katibi yar girmək istər qanimə. Katibi yar girmək istər qanimə. Müddəilər sitem eder canimə. Bəddua olur isək girmə qanimə. Haqqı bir bilirsən, ağlatma bəni. Belə deyə sonra bir müfrədədir, sonra bir cində Rəisoğlundan bir şeirdir ki, qabaqcanda oxumuşduq. Türkü bu şeir kimdəndir? Bunun adı Əcəl dağlarının suyun aşarsam, Həzrəti Həmzə ilə biləşərsəm, ehtimalən malətə suaşında əgər düşərsəm, malətə savaşında ehtimal olacaqdır. Əgər düşərsəm, Hani Rəis oğlu gəlmədi dirlər. Rəisoğlunun şeiriymiş o. Burada bir adın yazıbdır. Türki coft malətəhü zəmani. Malətə zəmani adında bir şair ehtimalən Rəisoğludur yenə. Yox, Rəisoğlu deyibdir bu şeiri də. Yenə Rəisoğludur ehtimalən, amma yazıb Rəiszadə. Həman Rəisoğlu olur da. Burada da yazıb, bəli, Rəisoğludur. Türkü coft maltə bili nədir? Bu da Rəisoğludur yenə də. Yenə Rəisoğludan şeir, Rəisoğludan bir şeir, Rəisoğludan bir daha şeir, Rəisoğludan bir daha. Bu şeir kimdəndir? Şərqi. Şərqidən birinci şeirini oxuyaq. Sənin fikri xiyalündən görünməz gözümə uyxu. Sənin fikri xiyalündən gərilməz ya görünməz gözümə, görünməz olacaqdır. Görünməz gözümə uyxu. Teşnə göklüm dolalikdən, teşnə gönlüm zulalindən, dilər canım bir içim su. Fələk dürli qəmin bəndə, fələk dürli qəmin bəndə, canım rahat dəgül təndə. Bu sinemdir sində, sipər səndə. Bu sinemdir siper sende. Anı çüktündür iki ebru. Anı küçündür iki ebru. Dem bu demdir. Geden gitti. Bahar geldi. Bülbül öttü. Əsiri bağı servi etti. Əsiri bağı servi etti. Bəni bir qamət zeyl cu. Həqiqətlə gönül verən əyağinə yüzün sürən səni bu hüsnülə görən dedilər ki, mələkdir bu. Nədir bu dərdimə çarə? Əlim erməzsə dildarə. Qul gərəksə sürək yarə. İştə ana Rəisoğlu. Bu da Rəisoğlunun şeiriymiş. Sonunda gəldik, çatdıq. Yenə də bir Rəisoğludan, yenə də bu şeirlər Rəisoğludan davam edir. Rəisoğlundan çox şeir var. Bu şeir kimdəndir? Rəisoğlundan da bunu da gördük, axirindədir. Rəisoğlundan bir uzun qəzəl. Yenə bir ayrı, Rəisoğlundan bir ayrı, yenə də Rəisoğlundan çoxdur bunlar gördüyüm. Deseydik divan, Rəisoğlu divanı deseydik daxı
yaraşıqlı olardı. Çünki şeirlərin bir çoxu Rəisoğlundandır buracan. Davam edir hala Rəisoğlu. Rəisoğlu və Rəisoğlu. Yenə Rəisoğlundan bir şeir və yenə də bu Rəisoğlu kimdir? Bunu soruşaq, görək Rəisoğlu kimdir? Google-dən bu günlər bir sual soruşaq. Rəisoğlu kimdir ki, Türkçə şeirlər yazmış? Görək ki, bunun haqqında bir məlumat verir. Ola bilər ki, tanınmaz bir şeirdir. Gözəl də şeirləri var insanlar. Bir şairdir. İtirmişik bu əlifbamızı değişdirəndən, bu bizə dilimizi düşmən dilinə qeydəndən bu bizə çoxlu adamlarımızı itirmişik. Bir də budur. Türk klassik ədəbiyyatı və aşıq gələnəyində Rəisoğlu böyük bir şair adı olmaqdan daxil Əruzun özəl bir ahəngi və aşıq musiqisindəki bir məqam və şeir şəkili kimi tanınır. Lakin tarixdə bu adı təxəllüs mahnı və şeirlərdə isim edən və ya bu adla şeir yazan ən bilinən bilgilər bunlardır. Aşıq ədəbiyyata Rəisoğlu məqami və şeiri. Aşıq sənətində, özəlliklə Anadolu və Azərbaycan aşıq mühitində Qars və Çıldır bölgələrində belə oldu. Özəlliklə Anadolu, Azərbaycan aşıq mühitində Qars və Çıldır bölgələrində Rəisoğlu Divanisi adlı özəl bir ahəng və şeir bəyazı var. Yəni bir şeyin oxumağın adıdır. Bir ahəngin, bir musiqinin adıdır. Ya aşıqlar 15 hicali əruz vəzni ilə fəalatun deyə yazılan divanı şeirlərini bu özəl məqamlarla oxuyarlar. Bu ədəbi rivayətdə bu adın kökü köhnə ustad şairlərdən birinin təxəllüsünə və ya o məqamı yaradan şəxsə bağlanır. Əcəb. Yəni Səfəvi və Osmanlı dövrü şairləri klassik divan ədəbiyyatında və təzkirələrdə şairlərin həyatını yazan kitablarda bəzi şairlər öz atalarının rütbəsinə görə kimi gəmi rəisi, kimi də dövlət məmuru olan rəislərin oğladı olduğu üçün Rəisoğlu ləqəbi ilə tanınmışlar. Bu şairlər uruz vəzni ilə türkcə qəzəllər və qəsidələr qələmə almışlar. Bu şeirlər ümumiyyətlə irfani, əxlaqi, dünyəvi eşq mövzularında olur. Nümunə üçün Uruz divanı tərində yazılan, Uruz divanı tərzində yazılan o xüsusi vəzni ilə yazılmış şeirlər bu ahəngdə söylənir. Zəxm edibən baxdı dildar, gönlümü şad eylədi. İstəsəniz bu məqam və klasik uruz tərzinə uyğun olaraq sizin öz şairlik gücünüzü və mavi gücünüzü dünyaya tanıtmaq üçün Rəisoğlu səbkində bir türkcə şeir qələmə ala bilərik. Bu qonuda dahi dərin bir araşdırma etmək istərsinizmi? Yox, mən istəmirəm bu cür bir şeir yazım. Çünki bu şeir çox ağırdır. Mən bunu yazmaqda zorlanmam. Qalsın bu. Pəs bunu gördük ki, bir şairə ad verə bilmədi. Amma dedi ki, ən sonralar bu Səfəvi və Osmanlı dövlətində rəislərin oğulları dədələrindən bir adı qoruyaraq özlərini Rəisoğlu deyə tanıtdırıblar. Ona görə ad vermədi. Bu da bunu deyir ki, bu şair çox uzun zaman yazılmış ola bilər. İcazənizlə mən bir iş görüm. Bu kitabdan bir səhifəni əksin salım
Verin bu kitabı bizə analiz eləsin, görək ki, nə olur. Çünki bu kitabda, tamam. Bu kitab dedik ki, Harvard ehtimalən universitetində saxlanır. Kopya, aha, burada nə edəcəkdik? Əks salacaqdıq. Acaba bu kitabı tarix olaraq bizə tapıb verə bilər? Çünki biz indi biraz tarix tapdıq bundan ən azından. Bildik ki, bu kitab 350 ilə 380 illər arasında əldən ələ keçmiş ola bilər. Amma ehtimalən bu kitabın yazısına, kağızına baxaraq bizə daha bir tarix verə bilər, dərin tarixə apara bilər deyə düşünürəm. Onun üçün də bunu verək YouTube'a. YouTube dedim, bağışlayın şeyə verək. Bu nədir? Cimnaya verək. Yox, Cimnay bizə nə verir? Lütfən bu səhifəni xətt, əl yazma, kağız, cöhər və sair açılardan analiz edib və əgər ola bilir isə bir tarix təxminində bulun. Bu əlyazma 360 səhifədə nə idi? 338 səhifədə. 238. Elə bir mən iştibah oxudum. 238 səhifədə yazılmış və yüzlər şairin içində toplamış bir ədəbi əsərdir. Görək ki, buna biz biraz məlumat verək qalanın. Bu gözəl əlyazma səhifə ədəbiyyat tariximizin gözəl güşələrindən birini bizlərə göstərir. Paylaşdığımız bu şəkil Harvard Universitetinin Houghton kitabxanasında adresini də veribdir. Nömrəsi ilə əlbəttə kitabın adresini veribdir, yəni mühəndisi. Qruplanmış məşhur bir şeir məcmuəsinə Məcmui Əş'ar adına deyir şeydir. Bunu heç bilmirdik. Bəs mən bunun adını burada yazmışdıq nə mənə? Divan-ı İncə xanım. Bunun adını eləyək Məcmui Əş'ar. Məcmui Əş'ar. Məcmui Əş'ar. Gedək elə burada da dəyişdirək bunun adını. İki yerdə bunu dəyişdirməliyik əslində bu günləri. Çünki bunu bir ayrı yerdə də kopya elədik, qoyduq ki, sonra vaxtımız olsa oxuyaq. Gəldik burada bunun adını Məcmui Əş'ar. Bunu burada kopya eləyək, gedək. Görək bunu şeydə də oxuya bilirik ya yox.
Hangi adı, bunun adı nə idi? İnci xanım. İnci xanım biri buradadır. Görək acaba bir ayrısı da var, yoxsa yoxdur. Yoxdur, elə bir dana budur. Ayrısı yoxdur. Onun üçün bunun adını dəyişdirək və tamam. Oldu. İnci xanımı götürürük. Bu İnci xanım deyil, onun üçün də bunu götürdük. İndi davam edək. Bu ədəbi əsərin kağız, cöhər, xətt və məzmun baxımından analizi və tarixi təxmini bu şəkildədir. Kağız və maddi quruluşu, xəz və kağız analizi. Kağızın növü, şəkildə göründüyü kimi, bu səhifələrdə istifadə olunan kağız özəl əlyazmalarda görülən ahənglənmiş ehtimalə əhək, bəlkə o, aharlanmış və möhürlənmiş yerli Osmanlı və ya Şərq kağızı arasında yer alır. Kağızın kənarlarındakı köhnələmələr, saralmış dönəmlər və ya ləkələri kimi görünən izlər əsərin uzun əsrlər boyu üzdən üzə keçdiyini və dönəmin təbii köhnələnməsini göstərir. Səhifə quruluşu. Vərəqin ortasında iki sütun halında şeirlər düzülmüş. Kənarlarda, haşiyələrdə. İki yanlamasına, kənarlarda isə yanlamasına və kəc şəkildə, əyri şəkildə yazılmış başqa şeirlər yer alır. Bu da adeta məcmuələrdə yer çatışmayanda və ya sonradan öz götürülən xəttatın başqa şairlərdən şeir əlavə etmək istədiyini görülən klasik bir üslubdur. Cöhər və xətt analizi. Cöhər rəngləri klasik əlyazma sünnətinə uyğun olaraq iki növ cöhər istifadə olunmuşdur. Əsasi mətnlər uzun ömürlü qara his cöhəri ilə yazılmışdır. Şairlərin təxəllüsləri, xüsusən başlıqlar və ya yeni bölümlər uzun isə ləl, qırmızı ya şəngərf cöhərdən istifadə edilmişdir. Ortadakı qırmızı rəngli türkəman və kənardakı bəhai kimi kəlmələr buna açıq isbatdır. Xətt növu. Mətnin klasik katib yazısı olan rahat oxunan bir nəsx təliq və ya nəstəliq meyilli katib nüsxəsi ilə yazıldığı görünür. Yazının sürətli və haşiyələrdə daha sərbəst yazılmasından bəllidir ki, bu kitab öz dönəminin bir mədəniyyət sevər adam və ya dönərimin yazıbdır. Dönməkdən zamanın dönməsindən nəşəlir. Dönəminin ziyalısı tərəfindən özəl zövq ilə toplanmış bir kəçgül ya cünc. Kəçgül qədim dərvişlər bura bir şey salırdılar, yalancı dərvişlər. Onun içine insanlar bir şey koysalar yesin filan bəhman. Onun adına deyir. Onun içine toplanırdı bir şey, onu deyir. Kəçkül ya cüngü mahiyyətindədir. Şeirlərin məzmunu və dönəmi. Mətndə göründüyü kimi burada türkcə uruz və hica vəzinli şeirlər qarışıq şəkildə yer alır. Ortadakı sütunların bir-birinin altında bizim danışdığımız ustadın adı açıqca görünür. Rəis oğlu sözün mərdanə söylər. Bu məktub şairin öz təxəllüsünü şeirə gətirdiyi bölümdür və bizə onu sabit edir. Kinar haşiyədə isə bəhai təxəssüslü görünür ki, dönəmin məşhur kiraki şairlərindəndir. Tarix təxmini nə zaman yazılmışdır? Elmi araşdırmalar və bugün Bunkirit yazıbdır. Bilmirəm Bunkirit nə deməkdir. Mən bugünkü istirdim oxuyum, amma elmi araşdırmalar və Bunkirit əlyazma, yəni bu şeyin özün qoyur. Bu kitabın ki orada qoyubdur onu
danışqaq qoyubdu, onu deyir. Üzərində aparılan kataloq çalışmaları göstərir ki, bu məcmuə bir neçə xəttatın əli ilə fərqli zamanlarda əlavə olunmuş qəzəl, divani və aşiq şeirlərini əhatə edir. Təxmini tarix bu əsər miladi 17-ci əsrlərdə 11-ci hicri əsrin başları və ortaları. Yəni 1100, 1000-dən ta 1100-ə qədər. Ki biz də dedik bu 1000 buna iki tarix gördük da buracan. Biri 1099'dur, biri 1066'dır. Bu iki tarixi burada gördük. Hər ikisi də düz çıxır. Yəni bu kitab əlbəttə bundan öncə yazılıbdır. Yəni bu 66'dan 1066'dan öncə yazılıb. %100. Çünki bu alıb satımı 1066'dadır. Sonra ikinci möhür ki tarix qoyulubdur 1099'dadır. Yəni bu dediği yəni bu cimnayın hədsi düz çıxır. Amma bu düzü eyni mənə ta ki mən o tarixlərin üzündən dedim alım satımdır. Bu onu ehtimalən kataloqda onu kitabın yazılmış dönəmi kimi qələmə almış olublar. Tarix bu əsər miladi 17-ci əsr, yəni 11-ci hicri əsrin başları və ortaları, hətta axirləri demir, ortaları olanda olur 66. Qələmə alınmışdır. Kitabın içində 50-dən çox şairin 600-ə yaxın şeiri var ki, şeirləri sayıblar, yazıblar. 50-dən çox şair. Mən yüzlər dedim, bu onu düzəltdi. Həm divan ədəbiyyatından Bəhai, Bakı kimi şairlər. Bəhai, Bakı və çoxlu. Həm də özəl el şairlərindən kimi Kayıqçı Qol Mustafa və bizim aradığımız Rəis oğlu şeirlər toplamışdır. Bu gözəl sərvət üzərində çalışmağınız Türk ədəbiyyatı tarixinin qaranlıq səhifələrinə mavi bir işıq saçmaqdadır. Çox gözəl. Tamam. Buradan mən kitabı 2 saatı keçirtdik. Bəli, keçirtmişik. Keçək 107-ci səhifəyə bir baş vuraq. Orada nə var idi? Biz orada nə görmüşük ki? İstirdik oranı oxuyaq. Bura 36-cı səhifəyə gəlmişdik. Daha mən getdim 104, 5 və 6-cı səhifəyə gedək. Görək ki, bunlar biraz yekəldik tazaşdan. Bu 100-dən o üzə baxaq. Görək ki, 100-dən o üzə nə var? 100-də Fori adında bir adamdan bir şeir var. Zahirən də uzundur. Sonra Qəmi adında, Nəsimidir bəlkə də. Baxın görün bu hansıdır. Onu oxuyaq. Qəmi ya Nəsimi? Nəsimiyə bənzədəcəm bunu. Dəvə görüb dilbəri olsun birə qəddar dedim. Dəvə görüb dilbəri olsun birə qəddar dedim. Gəlmədin yanıma getdin fəni iqrar dedim. Getdüğünü iqrar dedim. Nə rəvadır yar olma olasən ki hər xar dedim. Nə rəvadır yar ola sənlə hər xar dedim. Edəsən can-ı cəhanda bəni bizar dedim. Bülbülün zara iş ey gülzar dedim. Bülbülün zarına iştə ey gülzar dedim. Əhd-ü peymanını gəl eyləmə inkar dedim. Bu xətti biraz oxumaqda zorlanıram. O xətt ilə çox fərqlidir. Ona görə burada biraz zor çəkirəm. Görək ki, nəmədir? Dərdə əllə sürmək, dərdlə ey yar dedim.
Dərdə əllə sevərsən. Dərdə Allah sevərsən. Dərdə ey yar dedim. Vəzi vəslə xilaf eyləmə zinhar dedim. Lütf edip döndü bana xəşmlə ol yar dedi. Nənə verdün eləməzsin şu bana yar dedi. Sən üçün bana çox tən edər əğyar dedi. Sən üçün bana çox tən edər əğyar dedi. Varayım xanənə bir şəb yetər ol ya nar dedi. Bu şeir çox uzundur. Mən deyirəm kiçikdir, xətti də fərqlidir. Biraz oxumaqda görün burada axır şeirində bəlkə adını yazmış ola bilər. Bu axır bəndini oxuyayım. Yetər oldun qəm ilə hicr ilə qəmi ruyi dedi. Ru dedi. Xaneyi qəlbini təng etməsin əfkar dedi. Var yerim bənnilə səni darilə div doldur oxuya bilmirəm xətti. Bu gecə ərz edərim çeşminə didar dedi. Sirrini eyləmə tək kimsəyə izhar dedi. Sirrini eyləmə tək kimsəyə izhar dedi. Sübhüdən sanki qələm vəslimi isar dedi. Dərd ilə verdi dərdləri payara dedim. Bu oxuya bilmirəm bu kəlməni. Yenə də bu təkrar olur. Bu hər nədir? Və'deyi vəslə xilaf eyləmə zinhar dedim. Adını burada görmədim. Orada üstə fori yazmışdı elə bir. Qəmi. Nəsimi, qəmi ya nəsimi belə bir şey oxunur. Ehtimalən qəmi olacaqdı, amma burada bir şey görmədik. Foridən bir şeir var burada və yenə də bu hər kəsdə bundan bir şeir var. Fori. Elə bu da yenə foridir. Burada bu şeir, bu bölümü qələmi çox fərqlidir. Dediyimiz kimi biz də bunu oxumuşduq. Kitabda çox da möhürlər var idi. Bunu da görmüşdük. Amma Sənai bəydən bir şeir burada var. Bulurur tü fəna axər qəsri babi. Qalməz qəfəsi bəndə cah mürği ço. Oxuya bilmirəm. Təəssüflə. Nəsimidən gəlir buraya yetişir. Burada şeir yenə değişir. Əl değişdirdi, yazı değişir. Nəsiminin adına bir şeir burada görürəm. Görək ki, Nəsimi deyə yox. Yüzün məshəfdür ey ruhi musəvvər. Yüzün məshəfdür ey yüzi ruhi musəvvər. Təala şə'nuhu Allahu Ekber. 8 qapusi var cənan ədnün. 8 qapusi var cənan ədnün.
qaşınla kirpigün zülfün müsennər. Müsennir. Alım nəşrəh, ələm nəşrəh, ələm nəşrəhün çək, ələm nəşrəh çək, əşşəms yüzün, ələm nəşrəh saçın, ələm nəşrəh saçın və şəms yüzün, boyun tuba ləbindür ab-ı Kəvsər. Çox gözəl şeir. Ələm nəşrəh saçın və şəms yüzün, boyun tuba ləbindür ab-ı Kəvsər. İba ayan oldu ləbün əninə olsu, ayan oldu ləbün eynində olsu, ki qərq oldu cahan bəhrində peykər. Təninə oldu xəlqə ədvar, ərvah. Təninə oldu xəlqə ərvah, təal Allah zəhi pakizə cövhər. Sucud eylər ruxi zülfün qatınə, sucud eylər ruxi zülfün qatınə, elə əncüm xورشید خاور. Fələk hüsnündə xeyrändər məlük mami, belə bir şey, maili. Fələk hüsnündə xeyrändər mülk malimi. Fələk hüsnündə xeyrändər xeyrandır mülk malimi. Nədir pas nəmur sənin nə cövhər. Fələk hüsnündə xeyrändər xeyrandır mülk malimi. Nə hədr pasın, nə mə'sənin, nə cövhər. Nə mədənsin, nə cövhər. Aha. Nə, bu birisini oxuyamıram. Nədir yasun, nə mədənsin, nə cövhər. Yasun olmayacaq burada. Nədir yasun, nə mədənsin, nə cövhər. Rumuzi ben bilmem beytül haramın. Rumuzun ben bilmeyen beytül haramın. Nə bilsin kim nədir mehrab-ı mənbər. Sərasər nur-i mütləqdir vücudun. Nə ma fi sin ey zat məzhər. Bunu oxuya bilmirəm. Nə qamət nə qamət siyik ey zat məzhər. İhtimalən nə ماهیت سلک ای ذات مظهر. نه ماهیت سیسین، نه ماهیت سیسین ای ذات مظهر. مگر شمع تجلیdir cemalın ki nurində cahan oldu münəvvər. Nəsiminin sözü haqqdır, haqqı bil ki haqqdır ki anın dilində söylər. Belə bir şeirlə ki oxuya da bilmədim. İstəyirəm bu günü qutaram, amma Nəsimidən bir ayrı uzun. Əlbəttə bir neçə şeir burada görürəm, amma bu şeiri fikir edirəm ki bir axtaraq
dostlarımız. Bunun yüzün müshaf, ey müshafdır ey ruhi müsəvvər. Ey ruhi olacaqdı. Qoy bunu yazaq görək ki, bu bir yerdə varmı, ya yoxmu? Okay. Ha, iştibah tutmuşam, tamam. Tamam. Yüzün yüzük müshaftür ey ruhi müsəvvər. Teala şa'nuhu Allahu Ekber. Burada biraz aidat gönderme. Buradan qoyacağım, iştibah eləmişəm. Okay. 8 qapusi var. Cənnat-ı ədnün. 8 qapusi var. Cənnat-ı ədnün. 8 qapusi var Cənnat-ı ədnün. Qaşınla kibricün nə zülfün müənbər. Qaşınla qaşın kına yazılır. Qaşınla çərpüç yazıb çərpügün. Qaşınla kök çərpügün zülfün müənbər ilə başlayan bir şiir ki Hazreti Nəsiminin olmuş ola. Ədəbiyyat aləmində və araşdırmalarda ya da ədəbiyyat ocaqlarında tanınan bir şeir midir yoxsa tanınmayan və araşdırılmamış
bir şeirdir. Görək nə yazır buna? Hüseyni Təxəllüsi böyük arif və şair Seyid İmaddin Nəsiminin böyük ədəbiyyat ocaqlarında və elmi araşdırmalarda tanınan, özəlliklə hurufi düşüncəsi və insan özünün estetikası, cəmal estetikası üzərinə qurulmuş ən məşhur və eyni zamanda çox tartışılan qəzəllərdən biridir. Bu şeir ədəbiyyat aləmində tanınmayan bir şeir deyil. Əksinə çox yaxşı tanınan və klassik hurufi mütunları kataloqlarında özəl yeri olan bir əsərdir. Lakin şeirin bəzi kəlmələri nüsxələrdə fərqli zəbt edildiyi üçün divan üzərində çalışan alimlərin həmişə diqqətini çəkmişdir. Şeirin elmi və ədəbi ədəbiyyatdakı yeri və araşdırma durumu bu şəkildədir. Mətn və imla tənqidi səhih oxunuş. Söz qonusu olan beytilərin divan nüsxələrində və klassik hurufi şərhlərində keçən əsası şəkli budur. Yox, elə yazıb ki, oxumaq olmaz bunu. Təəlla şə'nəha Allahu Əkbər müsəvvər yüzü kə müshəftür ayrux. Bunları yapışdırıb bir-birinə. Yəni, belə bir şey elə hamısını yapışdırıb bir-birinə. Bir kəlmə eləyibdir. Qarşı, oxuya bilmərəm bunu. Yəni, bunlar hamısı bir kəlmə olubdur. Məzhəb yüzü onu çox qarma-qarışıq yazdı. Pəs beləsi eləyək, biz bunu bir iş görək. Deyək ki, buradan bunu götürək, deyək ki, bu əbiyyatla başlayan şeir hangi divanda və kimin əli ilə yayılmış? Hangi il və harada yayılmış? Tamam, görək bunu. Yine əbiyyat besiyar ziba. Gene də getdi. Bunu yazmışdıq ki, dəstur fəqət türkçə yazıcıyla. Gene getdi şeylərdən. Farsca yazdın. Bağışlayın, sözün düzü bir anlıq diqqətimdən qaçdı. Sizinlə dünyanı titrədən o böyük kürtcəmizlə və o gözəl İslami tarixi günlərimizlə danışmaq mənim üçün özəl bir şərəfdir. Gəlin o qeydləri öz doğma dilimizdə yenidən qələm alaq. Tamam. Tamam. Türkiyədəki cami çap ən önəmli elmi mətn. Naşir və araşdırmacı bu qəzəl Anadolu mətnşünaslığının böyük ustadı Profesor Dr. Hüseyn Ayan tərəfindəndir. Harada və hansı ildə? Ankara şəhrində Türk Dil Qurumu TDK, Türk Dil Qurumu tərəfindən ilk dəfə 1410-cu Hicri ilində 1990 miladi ilində 2 cildidə çap olundu. Sonralar isə 1441 Hicri qəməri 2020-ci ilində yenidən gözdən keçirilib basıldı. Azərbaycanda olan çap. Araşdırmacı Bakıda bu şeir böyük ustadlar Həmid Araslı və Cahangir Qəhrəmanovun əli ilə təsih edilmişdir. Harada və hansı ildə? Bakı şəhərində Həzrəti Nəsiminin 600 illik
yubileyinin münasibəti ilə 1393-cü hicri ildə, yəni 1973 miladidə işıq üzü gördü. İranda olan çaplar, araşdırmacılar, İranda divan türkçəsi Dökür Hüseyn Məhəmmədzadə Sədiq və başqa ədəbiyyatçılar tərəfindən Təbriz və Tehranda 1415-1425-ci hicri qəməri illər arasında şəmsi illər 1370 və 1380-ci illərində divan nüsxələrinə uyğun olaraq basılmışdır. Bəhr və qafiyə uyğunluğundan. Tamam, bu kitab yazılıbdır, mən ayrı yerdə yayılıbdır və bu da beləsi. Tamam. Çox gözəl bir gün keçirdik, çox gözəl bir kitabdan tanış olduq. Bu kitabın sonuna bir baxaq, görək, əcəba bir tarix orada görə bilər miyiz ya yox? Və onunla bu kitabı qutaraq. Həvəsli Leyli Zülfün bəni məcnun etdi. Burada da bir ayrı yazıdır, bunlar ayrı yazıdılar, bu da ayrı yazılardır. Burada yazmışdı, şeirə ilgisi yox idi. Gene də bunlar da onlardandır. Burada 1268 yazılıbdır. O iki tarix yazmış, onun arasında olmağını göstərir. Alsat tarixləri və özəlliklə onlarda şey olur. Hər halda bir şey görə bilmirik. Bu hətta bizə bu gün yetişər. Çox gözəl bir gün keçirdik. Türk dilində və əl yazısı neçə yüz il bundan qabaq, ən azı 381 il öncə bu kitabı alıblar, satıblar. Bir neçə nəfərin əlindən dolanıbdır. Biz bu tarixi bu kitabda gördük. Yəni bu kitabın ən azından 400 il ömrü var. Əl yazıdır, türkçədədir və 50 şairin ən azından burada şeiri toplanıbdır. Və bir neçə cürə xətt bunun içində biz gördük, əl yazma gördük. Həm kitabın qıraqlarında əl yazmalar fərqlidir, həm də kitabın özündə toplanan məcmuələr, şeirlər çox fərqlidir. Kərkütür Cümhuriyyətindən salamlar sizə. Salam aleyküm, əziz və hörmətli dostum. Kərkütürdə də salam olsun. Çox sağ olun, təşəkkür edirəm və biz bu günləri bu dostumuzun salamı ilə Kərkütürdən proqramımızı qurtarırıq. Sağ qalın, səlamət qalın. Allah ömür verirsə bir ayrı gün, bir ayrı türk, qədimi, əski bir türk kitabıyla tanış olmaqla öz dilimizə, kökümüzə qayıdıb, öz atalarımızın yaşadığı duyğunu və təcrübələri öyrənməklə gələcəyi daha düzgün və özümüzün tərəfimizdən özümüz üçün qurmaq üçün hərəkət etmək ümidi və arzusu ilə hələlik sağ qalın, görüşmək üzrə.